Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Ya Rahmanu Ya Rahim. Allahın adıyla beyin mühəndisliyinə qarşı əski Türkçə kitablar, Türkçə əski kitablar proqramının 330-cu bölümün başlayıram. Gedək görək bu günləri atalarımız minlər, on minlər ilinin təcrübəsin, düşüncəsin, anlayışın hangi kitabda, nə cürə dillə, türk dili ilə kəpsul eləyiblər, yığıblar kitablara və bizə yadgar qoyublar. Gedək bunlardan görək ki, bu günləri hangi kitab şansımıza çıxır. Bildiyiniz kimi mən öncədən bir çox kitabları indirmişəm və onları qoymuşam burada səhv ilə. Bir gedirik və axtarıb tapırıq, onlardan faydalanırıq. Bu günləri Təbəqat-ı Sufiyyə adında bir kitabı oxuduq, yəni keçənki proqramda. Səfədə Təbəqat-ı Sufiyyə adında bir kitab oxuduq. Çox təxəssüsü idi bunun əvvəlləri. Bəlkə sonraları ki, getir sufilərin, şeyxlərin, böyüklərin, qutbuların gedir yaşamları haqqında danışır. Onlarda biraz sadəlik ola dərk eləmək üçün. Amma onlarda da ciddi, dərin məna vardı. Eyni halda biz istəyək insanlarımızı anlayaq, gərək gedək onları tanıyaq, onların düşüncələrini tanıyaq, onların anlayışları ilə tanış olaq, onların topluma nə istəyirlər toplumda, nəyə üçün bu zəhmətə dözüblər, bu düşüncəni yaradıblar, onu axtarıb tapaq. Gedək görək, bir dənə kitabımız var, adı bir dəqiqə görün bu nədir? Ulum-i Qəribə deyə bir kitabdır. Ulum-i Qəribə qərib, əcib elmlərdən danışır əslində. Bunlar nədirlər? Nə deyirlər? Mənim təxəssüsüm əsla və əbədə yoxdur. Yəni hətta bu hangi kitabdır beləsi gəldi? Bu Təbəqat-ı Sufiyyə gəldi. Tamam, gedək bura. Bu bəzilər mümkündür bunu əcib bir şeylər bilərlər. Amma var. Yəni bu günləri insanlıqda, bu dünyanın bir çox yerində insanlar hər halda bir də bunu qəbul edir. Gedirlər bu cür bir adamlar içi deyirlər, mən filan şeyi başarıram. Gedirlər onların yanına, onlara pul verirlər, onlara bir imkanlar söylürlər. Onlar da bunlara bir şey deyir, bunlar da biraz rahatlaşırlar. Qur'anda müsəlmanların inandıqları kitabda bu haqda indi əlbəttə bunu mən bunu beləsi deyim, yəni bu deyildi. Gedək burada bu Cimnaydan və ChatGPT-dən bir dənə sual soruşaq ki, görək əcəba Qur'anda necə oldu? Mən beləsi eləyə çalışdım bu. Əcəba Qur'anda ulumi, mən bunu ulumu qoyum şeyin arasına, dırnaq arasına. Ulumi qəribə adlandırılan bilgilər və kitablar Qur'anı buradan götürək. Əcəba ulum-i qəribə adlanan bilgilər və kitablar Qur'anda yasaqlanıbmı? Niyə ki, Qur'anda bunu biz görürük ki, Həzrəti Yusuf yuxu təbir edir. Yuxu təbiri danışır ondan. Həzrəti Musa əsasın əcdaha edir.
və Həzrət Musanın qarşısında olan Firon və Fironçular, onlar da bir şeyləri canlandırırlar. Və bununla belə Quranda belə bir şey əcəba məhkum olar ya yox, müsəlmanlar necə məhkum elərlər bunu, onu mənə sormaq lazım. Yəni mən sora bilərəm bunu. Bu sözün qısa cavabı budur. Quranda bu bilgilərin, o cümlədən sehr, cadu özü inkar olunmur. Amma onlardan istifadə etmək və insanların həyatına mənfi təsir qoymaq qətiliklə qadağan və günah sayılır. Əlbəttə ki, hər şeydə insana hər nə ilə namazla, orucla da insanlara zərər versən, qətiyyən qadağandır. Hətta İslamda mərizlər oruç tutmaq haqqları yoxdur. Namazı qılanda o dura bilmir, oturacaq, otura bilmir, uzanacaq. Əylə bilmir, rükət durmaq üçün durmayacaq, əlini gətirəcək. Gətirə bilmir, elə ürəyindən keçirdəcək. Yəni bu şey deyil İslamda. Və əgər o yerə yetişir ki, məsələn, adam ağlın o yüz eləyə, onda da namaz vacib deyil. Xanımların ayda bir kərə qan görürlər, bədənləri təsfiyə olur, orada namaz düşür onlardan. Oruç düşür onlardan. Yəni, bu cür dəyişdir. Ya, hər şey ki, zərəli var insana, İslamda zərəli olan bir şeyi zaman içində özü də qadağa eləyibdir. Bunu daha aydın başa düşmək üçün bir neçə önəmli nöqtəni gözdən keçirmək olar. İndi diqqət buyurun ki, elmi də o şey ki, riyazi, fəlsəfə, nə bilim, göy ulduzları, həkimlik, dava dərman, hər nə ki, bunları bilirik, bunlar zaman içində inkişaf eləyiblər. Qabaqları alınmadığı üçün inkişafları gəlib qabağa elmə. Bu gün biz bunlara elmi deyirik. Amma bəzi şeylər qabaqlara alınıbdır. O cür ki, o birisilər yaygındır, bunlar yaygın deyil. Məsələn, Əflatun o Suqratın düşündüyü fəlsəfənin arxasında dövlətin gücü olduğu üçün yaygın olubdur. Amma Epiqurusdur, nə bilim, filan kəsdir, bəhman kəsdir, bunların fəlsəfələri ki, indi də vardır, məsələn, azdan çoxdan insanlar onları qəbul edir, bunlar yoxdur. Niyə dövlət onun varlılar, dövlət, onlar güclülər onların arxasında durmayıblar, bəlkə qarşısında durduqları üçün o fəlsəfələr şey olubdur. İndi onu da hətta axtarıram. Onlar da üstündə işləməyiblər ya da az işlənibdir. Bəs o şeylər və ya məsələn texnoloji baxımından məsələn bəzi şeylər əsr zamanında inkişaf eləyibdir. Məsələn görünür ki, bir Kanadalı şey vardı indi adı yadımdan çıxdı onun. O məsələn bir zaman elektrik bir şeylər ixtira eləyibdir. Ya gün ilə işləyən bir şeylər ixtira eləyibdir. Ya yel ilə işləyən bir şeylər ixtira eləyibdir. Amma çünki güclülər istəyiblər ki, bunun qarşısında duralar, gediblər bir ayrı bir şeylərdən pul çıxartmaq üçün. Ya məsələn indi görürük ki, bəzi insanlar iddia eləyirlər ki, maşın düzəldirlər ki, su ilə hərəkət edir. Amma çünki bu maşın şirkətləri ki, dizel ilə, qaz ilə, benzin ilə hərəkət edir, bunların mənfəətləri oradadır. Qoymurlar o su ilə gəlsin. Çünki bu dizel məsələsi var, qaz məsələsi var, benzin məsələsi var. Bunların təmirgah məsələsi və çoxlu şeylər var ki, onlardan pul çıxır. Bunlar istəyirlər ki, o pul çıxan yerlər qalmasın, bağlanmasın. Onun üçün də onların qarşısında dururlar. Bir çox texnoloji vardır. Məsələn, mənim özümün yaşamında təcrübə elədiyim məsələn, bir qramofon səfəsi var idi. Musiqi yazırdılar onun üstündə. Ki sonra CD onun yerinə gəldi də, yəni həm səs gətirirdi, həm də sonralar şey gətirdi. Yəni səsdən əlavə həmin qramofondur. Həmin qramofon biraz kiçik, sonra üstünə video da gəldi. Amma məsələn buna görə ki qramofonu bir dənə ayrı güclü şirkət gəldi, qramofonu qoymadı. O yəni vərşikəs kimi oldu. Yəni nə oldu bilmirəm, başına nə oyun gəldi. Məsələn zəbti sot gəldi ortaya, navarlar gəldilər, zəbti sot navarları. Ki o da yenə bir şeyin üstündə yazılırdı səs. Sonra bu çevrildi videoya, yenə videonun üstündə yazıldı. Axırda yenə gəldi həmin texnologiya ki, qramofon səfələri idi. O səfələrin sonucunu bir şeydə gördük. İndi CD gəldi, filan gəldi, sonra getdi kompüterə.
Və bunlar da dəyişəcəkdir. Yəni bəlkə indi bir ayrı texnologilər də vardır ki, mənim xəbərim yoxdur. O məsələn kompüterlə mübarizə edir, bəlkə kompüterdən də güclüdür, amma feylən meydana qoymurlar çıxsın. Çünki güclülərin rahatca pul qazandıqları yer bunlardadır. İndi Bəqərə surəsi 1, Bəqərə surəsi və Harut ilə Marut kökəni. Qur'an-ı Kərimdə ulum-i qəribə ilə bağlı ən açıq ayə Bəqərə surəsinin 102-ci ayəsidir. Bu ayədə böyük bir həqiqət açıqlanır. Öyrətmək hədəfi iki məlik Harut və Marut Babul şəhərində insanlara sehr öyrədirdilər. Amma həmişə öncədən xəbərdarlıq edirdilər ki, biz sizin üçün bir imtahan vasitəsiyik. Baxın, kafir olmayın. Yasaklanan hissə o insanlar bu bilgidən faydalanaraq evli cütlükləri bir-birindən ayırmağa çalışdılar. Qur'an bunu pisləyir və buyurur ki, bu işlə uğraşanlar özlərinə zərər verirlər və axirətdə nəsibləri olmaz. Zərər vermək qadağası. İslam baxımından hər hansı bir əməl, hər hansı ki, insanların iradəsinə müdaxilə edə, onlara onların cismini və ya ruhini, əlbəttə onlara cismi və ya ruhi zərər verə, cismini yazıbdır, qələtdir, verə haram sayılır. Ulum-i qəribənin çox hissəsi tilismlər, cadular bu qismətə daxil olduğu üçün din alimləri tərəfindən qadağa edilibdir. Təvhid və təfəkkür prinsipi, bunlar Qur'ana daxili yoxdur əslində. İndi mən burada bir sual soruşum, bunu bir challenge salaq ki, onda Həzrəti Musa Firon və ona qarşı əsasın əjdərha edir. Fironun alimləri isə əsaların ilan edirlər. Bunların ikisinin də əməli aynıdır. Yəni əsanı canlandırırlar. Onda burası ulum-i qəribəyə daxil olurmu, olmurmu? Tamam, indi burada biz bir dənə bundan sual soruşaq, görək ki, şeydir. Bu çox maraqlı və incə bir nöqtədir. İlk baxışda iki əməl, əsanın ilan olması eyni görünsə də, Qur'an-ı Kərim bu iki hadisəni kökündən fərqli iki qrupa bölür. Çünki burada tərəfdarlıq edir. Musadan tərəfdarlıq edir, Firondan uzaqlaşır. Möcüzə və sehr. Bunların fərqi və ulum-i qəribə ilə əlaqəsini belə açıqlamaq olar. Fironun, mən deyirəm və bunları da oxumaq, əlbəttə baxıyıq ki, bu nə yazıbdır. Fironun sarayındakı alimlərin və sihirbazların etdiyi əməl tamamən ulum-i qəribə və sehr kimisinə daxildir. Qur'an bu hadisəni belə izah edir. Xiyal etdirmək. Onların ipləri və əsaları, sehirləri nəticəsində Musaya elə göründü ki, güya onlar
sürünürlər. Taha surəsi 66-cı ayət. Göz qabaqcılıq, yəni onlar maddəni dəyişdirmədilər. Bəlkə insanların gözünü bağlayaraq onlarda bir yanlış görüntü, təvəhhüm yaratdılar. Bu insanın öyrənə biləcəyi bir teknik və ya gizli bilgidir. Ulum-i qəribənin bir qolu. İndi hətta insanların gözünü bağlamaq belə özü bir ulum-i qəribədəndir. Hz. Musanın əməli, möcüzə. Tamam, bunları geçək. Yəni, mən deyirəm ki, burada iki əməl bir cür olubdur. Əlbəttə, indi burada desək ki, bu haqda olan ayətləri yazar mısın? Yəni, bu ayətləri görsək, daha üstü açılar və bu biz indi qəbul eləyək, eləməyək. Bəşərdə belə bir şey varmış, amma tüm mücazat olublar, bəzi mollaların fətvasına görə şey olubdur. Quranda görürsünüz ki, haram məsələsi yoxdur. Amma mollaların fətvası gəldiyi üçün bunun üstündə işlənməyibdir, elmi şəkildə, məsələn, buna danışqah qurulsaydı, bəlkə bu da bir şeyə çatardı, bəlkə də çatmazdı, ya rədd olardı. Amma elmi şəkil odur ki, yəni bir dənə bir şey iddia var, bu geçsin azmayışa, üstündə işlənsin, ya rədd olsun, ya qəbul olsun, bu olmayıbdır. Amma toplumda cərəyanı var. Yəni, məsələn, bir nəfər gedir, ilanı tutur. Məsələn, mən uşaqlığımda bunu görmüşəm. Sufi deyə adam var. Biz sofu deyirik buna, sufi demirik, sofu. Sofu gəlir, Allahın, imamın, peyğəmbərin adlarını çəkir, ilan damın üstündən özün cıra-cıra gəlir, düşür onun qabağında, bir dənə dairənin içində, bir dənə xəttin üstündə uzanır, tərpəşmir. Mən bunu, məsələn, gözümlə görmüşəm. Özüm gözümlə gördüyüm üçün, məsələn, deyim, bu nəmə nədir, məsələn? Bunlar Hz. Musa, Firun, sehirbazları və əsanın əjdaha olması haqqında Quran-ı Kərimdə gələn ən əsas və ən önəmli ayələrdir. Əraf surəsi 115 ta 120. Bu ayələrdə sehirbazların, biz sehirbaz deyirik, sehirbaz yazıb bu, əməlinin bir göz bağılcılıq olduğu və Hz. Musanın möcüzəsinin həqiqi açıq görsənir. Həqiqəti açıq görsənir. Görək Musa nə deyir? Qalə ya Musa, Allah dedi ehtimalən, ya qalu, onlar dedilər. Ya Musa, imma ən tölqiyə və imma ən nəkunu nəhnu mulqin. Ya Musa, ya sən atarsan, işivi ortaya qoyarsan və imma nəkunu nəhnu mulqin, ya da ki biz ataq əvvəlcə. Pişnahad edirlər buna. Qalə əlqu, Hz. Musa dedi ki atın. Fələmma əlqu səhəru. O zaman ki atdılar, sehr elədilər. Yəni atdılar yerə ağaçların bir sözlər dedilər. Ağızlarından çıxdı. Səhəru. Ehtimalən bu anlamda olacaqdı. İndi burada aşağıda da yazıbdı, onu da oxuyarıq. Əyunun nas. Səhəru əyunun nas. İnsanların gözlərinə sehr elədilər. Və əstərhəbuhum və ca'u bi sehrin əzim. İndi bu əstərbəhuhum nədir? Bunu yazıb ki, o zaman ki əsaların atdılar, 16-cı ayəni oxuyuruq. Yox, 15-cini niyə yazmayıbdı? 15-ci ayəni tərcümə eləməyib. Bunu yazım ki, lütfən bir daha və ən başdan həm ayətləri yaz, həmi də onların türkcəsin yaz. Deyir ki, çox gözəl. Niyə 15-cisini yazmadı?
115-ci ayəti də yazar mısın? Tamam. Ya Musa, imma en talqiyə və imma en nekunu nahnu mulqin. Türkçəsi, sehirbazlar dedilər, ey Musa, öncə sən mi əsanı atacaqsın, yoxsa biz mi atan olaq? Bu ayənin önəmi və incə nöqtələri. Sehirbazların özünə inamı. Bu ayə göstərir ki, Firon sehirbazları öz bilgilərinə ulum qəribə və seyr sahəsində o qədər arxayın idilər ki, öncəlik haqqını Musaya verirlər. Öncə sən işi gör. Onlar elə xiyal edirdilər ki, nə olursa olsun özləri qalib gələcəklər. Ədəb və qaydalar. Bəzi müfəssirlər bunu da qeyd edirlər ki, sehirbazların bu şəkildə sual verib öncəlik haqqını Həzrəti Musaya təklif etmələri bir növ mübahisə ədəbi idi. Elə bu hörmət və ədəbi saxlamaları bəlkə də sonra onların həqiqəti görən kimi iman gətirmələrinə bir zəmin yaratdı. Ulum-i qəribə baxımından bu ayə göstərir ki, sehirbazlar əllərindəki vəsilələri, əsa və ipləri istifadə etmək üçün tam hazır vəziyyətdə idilər və fəqət başlanğıc əmrini gözləyirdilər. Bu ayədən sonra bu ayədən dərhal sonra 116-cı ayədə gəlir. Gedək, nə oldu buna, nə oldu, gedək bura. Çox ayələr gətirib, gözəl. Bu ayələr sehirbazların əməlinin mahiyyətini və Həzrəti Musanın möcüzəsinin qarşısında necə məğlub olduqlarını göstərir. Qalu əlqu fəma əlqu Qalu əlqu. Həzrəti Musa dedi ki, Musa dedi, siz atın. Fələmma əlqu səhərə əlqu səhəru əyunən nasi. Onlar əsalarını atdıqda insanların gözlərini caduladılar. Və əstərhəbuhum və ca'u bi sihrin əzim. Onları qorxutdular, baxanları yəni. Və böyük bir sehri gətirdilər. Əlbəttə, burada nə cür qorxutdular, onu burada demir. Çünki ilanın hərəkətindən qorxdu, yoxsa onları cadu elədilər, onlar qorxudan bunu gördülər hər halda. Yəni, qorxdular, neynədilər? Məsələn, yəni, çəkildilər dalıya da, Allah Ekber, ilan məsələn hərəkət elədi bizim üstümüzə. 17-ci cavab. Və əvhəyna ilə Musa, Allah tərəfindən vəhiy elədik Musaya ki, ən əlqi əsakə, əsavı at yerə. Fəiza, yəni o zaman ki atdı, hiyə təlqəfu ma yəfəkun. Biz Musaya əsanı at deyə vəhiy etdik. Bir də baxıb gördülər, yəni birdən gördülər ki, əsa onların, yox, isbah oxuyuram. Yəfəkun, əlbəttə burada yəfəkun yemək anlamına gəlmir, amma nə cür olub burada bunu deyirdi? Təlqəffu ma yəfəkun. Gördülər ki, əsa onların uydurduqları yalancı ilanları udur. Belə bir şey burada deyibdi, amma əlqi əsakə fəizən hiyə təlqəfu ma yəfəkun. Hər halda yəfəkun yəni hərəkət olur, amma bilmirəm nə mənədir. Yəni ehtimalən təlqəf burada o udmaq buradadır. Təlqəf sözüdür. Buradan gəlir. Hər halda mənim savadım yetişmədi. Fəvəqə əl-həqqu və bətələ ma kanu yə'məlun. Bəlkə beləliklə haqq üzə çıxdı və onların etdiyi əməllərin
put yalan olduğu sabit oldu. Yəni onlar da ilan düzəltmişlər. Bu da ilan düzəltmişdi. Əlbəttə bilmirəm burada niyə gəlmədi. Burada Həzrəti İsa, Həzrəti Musa'nın əsası əjdaha olur. Yəni yekə ilan olur, yoğun ilan olur. O birisi ilanları udur. İndi burada mən bilmirəm bu ayədə niyə beləsi gəldi ya mən iştibah bilirəm, onu bilmədim. Beləliklə haqq üzə çıxdı və onların etdiyi əməllərin put yalan olduğu sabit oldu. Fəğulebu hunalikə vənkələbu sagirin. Onlar oradaca məğlub oldular və zəlil bir hala döndülər. Və əlqəs saharatu sacidin və sehirbazlar həqiqəti görüncə ixtiyarsız olaraq səcdəyə qapandılar. Sure-i Taha surəsinin 66-69-cu ayələri. Yəni bu ayələr. Bu ayələrdə sehrin bir təxəyyül, xiyal etdirmək olduğu və sehirbazın heç vaxt həqiqətə qələbə edə bilməyəcəyi vurğulanır. Qalə bəl əlqu fəizə həbaluhum və əsəyyuhum yuxayyəlu iləyhi min sehrihim ennəha təs'a. Musa dedi, xeyr, siz atın. Qalə bəl əlqu. Musa dedi ki, siz atın. Bir də baxdı ki, fəizə hibaluhum, bir də baxdı ki, sehriləri nəticəsində onların ipləri və əsaları ona elə xiyal etdirildi. Elə göründü ki, güya sürünürlər. Yəni insanların gözündə belə nəzərə gəldi ki, güya sürünürlər, əslində sürünmürlər. Yəni istəyir bunu desin. Yuxayyili iləyhim, onlara belə elətdirdi ki, min sehrihim ennəha təs'a, hərəkət edir. Və əvsəcə fi nəfsihi xeyfətən Musa. Bu zaman Musa'nın içinə bir qorxu düşdü. Diqqət buyurun, yəni Həzrəti Musa ki, Peyğəmbərdir, qorxu düşdü. Qulna la təxəf, biz dedik ki, qorxma. İnnəkə əntəl əla, sən daha üstünsən. Yəni baxın, burada onu qəbul edir ki, onlar da şeydir, yəni. Biz buyurduq, qorxma, şübhə yoxdur ki, sən qalib gələcəksən. Əla üstünsən, qalib gəlmək anlamında da mənası çıxar, amma üstünsən onlardan. Və əlqi ma fi yəminek, yəminəyk ehtimalən olacaqdır. At ginən o şey ki, əlindədir. Ma sənnəu, innəma sənəu keydu sahirinə və la yüflihus sahiru heysu əta. Sağ əlindəki, yəminik sağ əlin oldu burada, sağ əlindəki əsanı at, onların düzəltdiklərini utsun. Çünki onların düzəltdiyi yalnız bir sehirbaz hiləsidir. Sehirbaz isə hara getsə də necat tapmaz, uğur qazanmaz yəni. Şüəra surəsi davam edir. Çox uzundur, daha bunu davam etməyim. Türkçələrini oxuyum ayələrin. Şüəra surəsində deyir ki, onların iplərini və əsalarını atıb Fironun qudrəti haqqı biz mütləq qalib gələcəyik deyə dedilər. Sonra Musa əsasını atdı, bir də baxdılar ki, o onların uydurduqları şeyləri bir udur. Fəəlqəs səhəru sacidin, sehribazlar dərhal səcdiyə qapandılar. Tamam, burada biz bunları gördük. İndi bu qədər yetər məncə, çox oldu, uzun da oldu. Yəni əgər fikir edirəm ki, bir yarım saat az qala 21 dəqiqədir ki, bu qəziyyənin üstündə danışırıq. İstədim deyəm ki, yəni Quranda bu ulum-i qəribə dedikləri haram deyil. Məmnu da olmayıbdır, qadağan da olmayıbdır.
Ulum-i qəribə çox bir şeylər var. Mən adlarını bilmirəm. Məsələn, əlbəttə burada soruşa bildik ki, ulum-i qəribənin ənvaı nələrdir? Mən üçün bilmirəm, bunu özüm soruşum, bir bilim də nədir? Yəni heç olmasa ad olaraq bir məlumat alaq. Ulum-i qəribə ya da gizli bilgilər qədim zamanlardan bəri insanların təbiət üstü güclərə əl tapmaq və kainatın gizli sırlarını çözmək üçün öyrəndikləri bilgilər məcmuəsidir. Ümumiyyətlə bu əməllər 5 əsas şaxəyə bölünür ki, onların baş hərflərindən kilosir kəlməsi düzəlir. Görək nə deməkdir? Kimya, bu günləri buna şimi deyirik. Məsələn, bu işlənim üstündə bu günləri şimi deyirik. Bu elm maddi cismlərin mahiyyətini dəyişdirməyə uğraşır. Qədimdə əsas məqsəd dəyərsiz metalları, məsələn misi, qızıla çevirmək idi. O halda ki, budur deyil də, yəni görürük ki, məsələn, alkol düzəlir, elə burada, bu elmidən gəlir, məsələ budur. İndiki müasir kimyadan fərqi budur ki, burada həm də batini və ruhi yollarla maddəyi etki etmək inamı var idi. Tamam, o zaman belə də inanırmışlar. O da bir təcrübədə görüblər ki, Çernobılda bugünkü şimi də. Limya. İndi bu limya nədir? Tilismiyat ya da tilismat. Tilismilər elmidir. Burada ulduzların, gəzegənlərin və kainatdakı enerjilərin insan üzərindəki təsirindən istifadə edilir. Bu günlərdə bu arada, yəni bilirsiniz, indi bilmirəm doğrudur, qələtdir, internetdə doludur, İranda da çox yaygın olubdur, enerji, osmani, kəhkəşanı, filanı, bəhman. Bunlarla da insanlar şey olurlar, yəni məşğul olurlar. Məşğul olanlar həm ustad olaraq insanlardan pul alırlar, bunları öyrətməyə ya insanları məsələn bir cürə, nə bilim indi mən bilmədiyim, getmədiyim üçün, görmədiyim üçün xəbərim yoxdur. Müəyyən vaxtlarda müəyyən şeylərin üzərinə yazılan yazılar və ya düzəldilən əşyalar tilism təbiət hadisələrinə və ya insanların davranışlarına müdaxilə etmək hədəflənir. Burada da bir şeydir ki, bir şeylərə əl qoyurlar da. Himya, o limya idi, bu da himyadır. Himya nə deməkdir? Təsxirat. Bu elm canlı varlıqları, insanlar, cinlər və ya firiştələr onları tabi etmək və onları istifadə etmək üçündür. Onları öz əmrlərinə alırlar. Burada daha çox dua, werd və riyazətlər çillə oturmaq vasitəsilə gizli varlıqlarla irtibat qurmaqdan bəhs olunur. Dedim, məsələn, mən özüm uşaqlığımda 2 şey görmüşəm. Bir dana bizim, Allah rəhmət eləsin, indi adı yadıma düşsə, dədəmin də dayısı idi, əgər səhv eləmirsəm. Adı yadıma düşsə. Məsələn, o cincir deyirdilər adına. O məsələn, mən 2 dəfə gördüm ki, bir nümayiş qoyurdu. Odu yandırırdı, odun yandırırdı. Ərsini, dəmirdən ki, məsələn, yox, ərsin, bilmirəm ki, nə cür tozih verim. Ərsini qoyurdu odun içinə. Odun içində qıpqırmızı qızarırdı. Onu götürdü ağzına, dilinə sürtürdü, məsələn. Bəzi işlər görürdü. Məsələn, mənim yenə tanıdığım bizim ailədə bu var zahirən, mənə gəlməyibdi, bəlkə də gəlibdi, xəbərim yoxdur. Məsələn, yenə əmimin, dədəmin bir dayısı, ya dayısı oğlu idi, dayısı idi fikir edirəm. Məsələn, o bir ələm deyirlər, belə tuturdu burada Aşura günü şeyin üstündə. Mən onu gördüm ki, məsələn, neçə metri hop bulurdu. Yəni, məsələn, bizdə 10 metri zadı hop bulurdu. Sürət ilə, məsələn, dağ dərələri hoppulu gedirdi, məsələn.
Adam məmuli vaxtı da zorakı yolu yerirdi. Yəni biraz da mərisliyi var idi. Allah rəhmət eləsin. Məsələn bu məscidin qabağında bunu ələmi tutdu. Bir dənə əl idi şeyin ağacın başında. Zahirən indi oğurlayıblar. O cür ki mən eşitdim, onu oğurlayıblar, aparıblar. Hər kəs imiş. Bu son zaman illərəcə məsciddə qalırdı. Amma sonralar zahirən oğurlanıbdı. Məsələn bu əlin bir dənə də ağacı var idi, ona taxırdılar. O adam bunu qoyurdu ora, bir iki dör belə fırlanırdı, fırlanmırdı. Ağac bunu götürürdü, gedirdi. Məsələn, nəzir qoyurdular. Hətta yadıma gəlir bizim bir sipahi danış müəllimimiz vardı. Müəllim deməyək, sipahi danış bir var idi, gəlmişdi ora dərs verirdi. O məsələn divara pul soxmuşdu. Getdi bu başını soxdu ora. Məsələn bunu özümdə gördüm bunu yəni. O əli soxuldu ora, oradan o pulu götürdü. Nəzirləri hara qoyurdular, oradan yəni imtahan edirdilər əslində. Bəli məsələn gözüm yadıma gəlir ki, məscidin qabağından hoppuldu, çıxdı bir dənə dam var idi. İndi kimin damıdır bilirəm, amma deməyim. Onun damının üstündən getdi. Hoppuldu məsələn qabaq dəri idi, dərənin üstündən getdi o taya. Yəni o taydan çıxdı, atladı, dərələri keçdi, bilmirəm. Yəni əcəb belə bir şey. Mən məsələn görməmişəm. Ya məsələn ilanı dedim, bunu görmüşəm. Mənim öz dədəm məsələn Allah rəhmət eləsin, adamların heyvanları itmişdi, qoyun kuzu itmişdi, nə itmişdi. Gəldilər məsələn mənim dədəm bir dənə dua yazdı. Dedi mən qurdun ağzını, canavarın ağzını bağlaram, yeməsin. Amma didsə didə bilər. Məsələn, gecə sübhəcən axtardılar, tapmadılar, sabahları tapdılar. Gördülər ki, qurd məsələn gəlibdi, bir iş görə bilməyibdi, amma cırmaqlayıbdı. Məsələn, yaralayıb, amma öldürə bilməyib. Çünki məsələn, yeyə bilməyib də hər halda. Məsələn, bunlar da var. Gülməli bir şeylər də var. Deyirlər ki, bir nəfər beləsi iş görmüşdü. Dedilər ki, biz 5-6 it saxlayacağım, bir dənə malla saxlayaq ki, məsələn, lazım olanda elə bu canavarların ağzını bağlasın. Simya, o himya idi, heyvanları alır əlinə. Dediyim kimi, məsələn, bu ola bilir. Simya, xiyal və rüya. Simya elmi xiyal aləminə etki etməkdir. Firon sehrbazlarının etdiyi göz bağlıcılıq. Bu şöbədəbazlıq ki deyirlər farsça, bəlkə o olar, bilmirəm. Bu bölümə daxildir. Burada həqiqətdə bir şey değişmir. Amma insanın hisslərinə elə etki edirlər ki, o olmayan bir şeyi görür və ya hiss edir. Hipnoza bənzər bir hal. Hipnoz, əlbəttə hipnoz bir elmidir. Və bunun yəni üstündə işlənib elmə çevrilibdir da. Yəni bu da deyim ki. Rimiya, şöbədə. Əlbəttə burada şöbədəni ayırdı, pəs üstəki şöbədə deyilmiş. Bu elm fiziki qüvvələrdən istifadə edərək insanları heyran qoyan işlər görməkdir. Məsələn, uzaq bir yolun bir anda gedilməsi teyül ərz. Əlbəttə bu ondan deyil. Və ya gözlə görünməyən maddi və vasitələrlə qəribə işlər etmək bu kökə bağlanır. Məsələn, Quranda Həzrət Süleyman quşlarla danışır. Bu bir onların güclərini alır əlinə. Bu bir, yəni o dediyim şeylər indi yadıma düşür. Yəni Quranda mən çox da diqqət eləməmişəm. Oxuyanda ki, bunlarda məsələn hansı qəribə şeylərdən hesab olur. Məsələn, onlardan biri budur ki, qarışqı ilə danışır ya quşla danışır. Bu bir şeydir. Amma cin adında bir şey Quranda bu gəlir ki, Bilqeysdir kimdir o şah qızı gəlir buna tərəf. Deyir ki, kim gedib onun cinlərdən ya o hər kəs ki onun yanındadır, əmrindədir, onlardan soruşur. Kim gedib bunun taxtını mənə gətirər? Biri deyir, məsələn, mən gedirəm filan zamanda gətirirəm. Biri deyir, mən filan zamanda gətirirəm. Biri deyir ki, mən gözümü qırpıb açınca gedib gətirirəm. Məsələn, qırpıb açınca gözün belə eləyincə gedir, onu gətirir, təxti bura qoyur. Və o zaman ki, Bilqeys o şeyin Yəmənin paytaxtının mələkəsidir, gəlir, görür ki, təxt burada təəccüb edir və Süleymanın xanım olur əslində sonunda da. Əcəba məsələn burada da Süleyman cadudan istifadə edir, yoxsa nədən, ulum qəribədən istifadə edir. Yəni burada istəyirəm ki, Quranda belə bir şey də vardı. Yəni bu da bir şey. Başqa məşhur sahələr, şaxələr. Bu 5 əsli elmidən əlavə aşağıdakılar da ulum qəribənin böyük hissəsini təşkil edirlər. Cəfr. Cəfr hərflərin və sayların əbcəd sıralarından istifadə edərək gələcəkdən xəbər vermək elmi. Cəfr budur.
Mən zindanda bir adam gördüm ki, bundan işlirdi. Özündə bunu da vermişlər. Elə fəqət bu elmə görə ha. Vermişlər mənim yanıma, yəni mən olduğum yerə neçə nəfər var idi. Bimaristan idi, əslində orada zindanın içində bir xəstəxana idi. Mən orada qalırdım. Vəziyyətimin görə orada qalırdım. Bunu da vermişdilər ora. Bir dənə də pastar məriz idi, Ərdəbilli bir pastar. Onu da vermişdilər. O da doktor idi əlbəttə. Həm doktor idi, həm pastar idi. O məsələn mən o aclıq aksiyası aparanda 44 gün onda bu mənim hər gün 2 dəfə qanımın fişarını tuturdu. Mən də yazırdım. Yəni o tutsaydı da, tutmasaydı da özüm tuturdum ya dostlarıma deyirdim tuturdular. Mən onu yazırdım. Ruznamələrin üstündə qəzet ya qəzetin gündəlik qəzetlərin ağ bölümlərində yazırdım. Onları da qoyurdum, dəftərim var idi. Onun arasında qaçaq göndərirdim evə. İndi bunların bəzisi qalır, bəzisi qalmır. Yəni təəssüflə bilmirəm ki, nə qədəri qalır, nə qədəri qalmır, amma bu məsələn var idi bir nəfər orada bu işi görürdü, Şumallı idi. Bunun gecələr gəlirdilər, aparırlar zindanın mərkəzinə. Orada şəhrin məqamları gəlirdilər bu adamdan. Bir şeylər soruşurlar, bir şeylər alırdılar, gedirdilər. Bu da gəlirdi, hər daha da zindanda idi bəli. Rəml. Və bu adam, mənim də məsələn zahirən etiqadım yox idi. Zahirən ki, yox, etiqadım yox idi, yəni. Amma bu adam mənim son günlərimdə dedi ki, mən sənin şeyə baxacağam və mən ədət yazırdım. Bu adam neynəsəydi yazırdım. Bunu da deyim ki, adamları şey eləyəndə mən orada otururdum, onları eşitdiyimi yazırdım. Bəzi günlər, əlbəttə hər günlər ki, inanmadığım üçün də yazmırdım çox günlər. Amma bəzi günlər yazmışam, yəni bunu bilirəm. Özüm üçün də bu adam mənə dedi, baxacağam, dedim, baxda neynəyək. Baxdı və dedi, onlardan biri də buydu ki, sən İrandan çıxacaqsan. Oldu, yəni mən həm o dediği oldu, yəni biraz tez azad oldum zindandan. Bir neçə gün əlbəttə, çox da tez olmadı. Sonra da 10 gündə zindandan çıxandan sonra məmləkətdən çıxmaq zorunda qaldım. Rəml, qum və ya nöqtələr üzərində qurulan şəkillərlə qeybidən xəbər vermək. Bilmirəm nə deməkdir. Zahirən bu da əlbəttə bir kitab oxuduq bu haqda. Mən o kitaba adam istinad edib bir işlər görə bilər. Ədad və ufaq. Afaqdır, ufaqdır. Beləsi bir şey yazıbdır. Sayların müəyyən cədvəllərdə vifq düzəlməsi ilə enerji yaratmaq. Nüktə, əlbəttə bunlardan sonra yenə də var, amma məsələn nüktə, İslam dini baxımından bu elmlərin bir çoxundan insanların həyatına mənfi təsir qoymaq və cadu məqsədli istifadə etmək qəti qadağandır. Qadağan edilib. Bu şaxələrdən hansı biri sizin üçün daha maraqlıdır? Mən bildim daha çox ulum-i qəribə olmalıdır. Fal kimi ələ baxmaq kimi və sairə. Məsələn, dua yazmaq da var. Bunlar da tamamilə doğrudur. Sizin qeyd etdiyiniz bu bilgilər ulum-i qəribənin daha çox insanlar arasında yayılan və gündəlik həyatda qarşımıza çıxan qismətləridir. Bu elmlərin hər birisinin öz mütəxəssisi və adlanması var. Bunlara qatışmır, o ayrıdır. Sizin dediyiniz bu şaxələr belə sınıf bəndi etmək olar. Kəfbini, ələ baxmaq. Palmisti. Əlin içindəki cızıqlara, barmaqların şəklinə və əlin ətli, sümüklü olmasına baxaraq insanın karakteri, keçmişi və gələcəyi haqqında hökm verməkdir. Qədim mənbələrdə buna elmül
elmül əsarir, cızqılar elmi deyirdilər. Elmi fərasət, fizyognomi, üzə baxmaq, insanın üz cizgilərindən, gözünün rəngindən, alnının genişliyindən, burnunun şəklindən, onun batini, kökünü və əxlaqını tanımaq elmidir. Qədimdə özəlliklə siyasətçilər və tacirlər bu elmə çox önəm verirdilər. Bilmirdim bunu məsələn. Əslən bundan heç şey bilmirdim. Fal və gələcəkdən xəbər vermək. Falın çoxlu növləri var ki, Ulum-i Qəribə kitablarında geniş yer alıb. Fali huruf, Quran və ya mütəbər kitabları açıb ilk gələn sözdən məna çıxartmaq. Fali qəhvə və su, mayelərin içində yaranan şəkillərdən siniya köklü gələcək təxminləri etmək. İxtiyarat, kəvakib və ulduzların vəziyyətinə baxıb bu gün xeyirdir yoxsa şər deyə qərar vermək. Elmi əbcəd və ədad, numeroloji. Hər hərfin bir sayı dəyəri olduğuna inanılır. Hər hərfin bir sayı dəyəri olduğuna inanılır. İnsanların adını sayılara çevirib onların biri-biri ilə uyğunluğunu və ya taleyini hesablamaq. Məsələn, iki nəfərin evlənə bilərmi ya yox, bu bilginin əsasını təşkil edir. Xutumat və əskar, nə deməkdir bilmirəm. Müəyyən kəlmələri və ya əsami ilahini, Tanrının adlarını müəyyən sayıda və müəyyən saatlarda təkrar etməklə təbiət üstü etki yaratmaq yoludur. Bu elmlərin günümüzdəki yeri, bugün sizin işarət etdiyiniz ələ baxmaq, fal kimi işlər daha çox bir məşğuliyyət və köhnə adət kimi qalsa da, qədim ədəbiyyatda və elmi mədnələrdə, məsələn, İbn Nədim Əl-Fihrist kitabında bunların hər biri üçün böyük bilgilər və kitablar yazılıb. Bunların içində sizin daha çox, tamam, mən elə bu qədər görər, yəni bilirəm ki, çoxdur. Dedim, dua da var məsələn. Məsələn, bizim uşaqlıqda mənim yadıma gələnlərdən deyim da, yəni burada indi bir ağac var idi. Ağacın adı nə idi? O ağacdan cıqqancan kəsirdilər, dəlirdilər, onu uşağın boynuna salırdılar. Ya məsələn, mən bunu hətta Təbrizə də gələndə gördüm. Bəzi adam duaları yazırlar kağaza, onu qatdırdılar, üç guşə müsəlləs edirdilər, bir parçanın içinə qoyurdular, ya gönün içinə qoyurdular, bazularına bağlırdılar, ya boyunlarına astırdılar. Məsələn, bunlar da var. Yəni, mənim gördüklərimdən onun ağacının adı nə idi? Ya mıncıq, bir cür mıncıq vardı, adına göz mıncığı deyirdilər. Bunu məsələn uşaqlara asırdılar. Amma mən uşaqlıqdan yadıma gələn mənə asmayıblar. Bu cür bir şeylər olmuyor. Fikr edirəm, bilmirəm, ya özümün üstünə, ya ölən qardaşımın üstünə. Çox kiçiklikdə, mən də kiçiydim, bəlkə 4-5 yaşım var idi, bir qardaşım öldü. Bilmirəm, bəlkə onun üstünə görmüşəm, bəlkə harada görmüşəm, yadıma gəlmir. Dağdağın ağacından. Dağdağın ağacından bir tikə kəsərdilər, dələrdilər, qabığını da soyardılar, dələrdilər, onu salardılar uşağın boynuna. Heç bilmirəm də nəyə salardılar onu, yəni o qədər kiçiydim ki, ondan xəbərim yoxdur. Hər halda kitabdan bu günləri çox getdik, eşikdən danışdıq, kitabımıza gəlmədik. Fikir edirəm ki, əlan bir burada şey olubdu, nə olubdu? Saat hərəkət eləmir, 21 dəqiqədə qalıb elə. Nə olubsa bilmirəm, amma zahirən ki, burada saat 21 dəqiqədə dayanıbdır. Bayaqlar baxdım 21 dəqiqədə, indi də elə 21:48 saniyədə dayanıbdır. Bilmirəm ki,
Niyə belə olubdu? Onu da xəbərim yoxdur. Hər halda görək də indi nə olacaqdı. Xeyir olsun. Gedək kitabımıza baxaq. Əvvəl kitabımızın kağızına baxaq, görək ki, kağızın əksi kitabxanada nə cür görsənir. Baxırıq, görürük ki, bir dənə kağızdır, cildi müqəvva ya kartondan imiş. Qalin hər halda bir kağız imiş. Üstünə kağızla nəqqaşı yapışdırmışlar. Bu nəqqaşı da ola bilər Osmanlı dövrəsindən olmuş olsun, amma cırılıbdır. Yəni işlənibdir. Kitabın dövrələri də təqribən demək olar ki, tərlə, əllə ilgidə yavaş-yavaş gedibdir, çürüyübdür, yəni biraz deyə bilirəm. Kitabın içini açırıq, görürük ki, içi də elə o cürsü bir vəziyyətdədir, heç o qədər salim deyil. Kitabın ortası, yəni şirazəsi cırılıbdır. Qıraqda yağdan, zaddan da görürük, kitabın içinə giribdir. O birisi səhifələrdə burada da görürük ki, hangi səhifədə nə yazılıbdır, onları görürük burada. Bəlkə bunu qeyd edirik. Kitab Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Bismillah 3-cü səhifəni açanda görürük ki, kitabın bir üstünə nəqqaşı çəkiləcəkmiş, təsib çəkiləcəkmiş, Bismillahın dövrəsində bir şey olacaqmış, ona yer saxlayıblar, amma olmayıbdır. Bəli, yazını salıblar, 2 dənə qırmızı xəttinə cizgi çəkiblər, çərçivə çəkiblər, salıblar onun içinə. Bismillahla kitab başlayır. Çox sətirlər bir-birinə yaxın, kəlmələr bir-birinin üstünə hətta giriblər. Amma oxuna biləcək bir vəziyyətdədir. Qıraq yazını da görürük, çox gözəl bir xətt ilə qıraq yazı yazılıbdır. Kitab 202 səhifə görsənir PDF-də, yəni 404 səhifədir şeydə, PDF-də. Üzr istəyirəm, kitabın özü 404 səhifədir cildi ilə bərabər, amma burada 202 səhifə görsənir. Kitabın bəzi yerində qırağında bir su kimi gəlibdir. Əcəba bu təkrar olub ya yox? Yox, təkrar olmayıbdır. Ehtimalən cırılıbdır, ya nə olubdur, o cürsü bir şeydir. Cırılıbdır, belə nəzərə gələn cırılmaq kimi görsənir. O birisi kitabın əksi oradan düşdüyü üçün şey olmur. Kitabın ortasından da görürük, biraz çürüyən kimi qıraqda görünür. Qıraqda işləndiyi üçün kitab, qıraqda o qədər əl dəyibdir ki, teyxə o qıraqlar kirlənibdir. Bu vəziyyətdə davam edir. Bəzi kəlmələr qırmızıdır, bəzi cümlələr qırmızıdır, bəzi kəlmələrin başı üstünə qırmızı xətt çəkiblər, bəzisinin üstünə qara xətt çəkiblər. Şumarə qoyulubdur səfənin üstünə, həm latincə qoyulub sonra, həm də nə deyirlər, qədim elə bizim türkcə yazdığımız, ərəbcə yazdığımız riyazi ilə, hesab ədədi ilə də yazıblar səfələrin üstündə. Kitaba çox irad dəyməyibdir. Əlbəttə onu deyən kimi bilafasilə burada bir od düşüb kitabın üstünə. Biraz saraldıb kitabı. Burada da bir qərə bir şey düşüb, cöhər düşüb, üstündə də qırmızı bir şeylə yazıblar ya da siliblər, silmək istirmişlər. Kitab aynı xətt ilə davam edir. Mən də beləsi gedirəm ki, bəlkə ortada bir kitab qurtarar, bir ayrısı başlanır, onu görüm. Amma buradan hələ felən 101-ci səhifədə yox, hələ bir şey yoxdur. Dediyim kimi, çox gözəl buna qıraq yazılar var. Bu kitabın əvvəldəki fehristi ki var, daha yaxşıdır. Çünki o, hangi səhifədə nəyi oxuyacaqsan göstərir. Çox əla bir şeydir. Əcəba hangi dildə yazılıbdır? Türkcə yazılıbdır. Bir iki kəlmə gördüm türkcədir, amma bunu oxumaq lazımdır. Görək hangi şeydə yazılıbdır. Yəni qıraqda kitabın sonlarına gələndə nəzərə gəlir, kitabın qırağına yağ keçibdir, su nəf keçibdir. Nə keçibdir? Hər halda kitabın qırağında bir iz buraxıbdır. Təəssüflər olsun və kitabın sonuna gəldik, yetişdik. Bu kitabın əcəba ha zaman yazılıbdır? Bunu eləyə bilsək, buradan çıxadaq, çox yaxşı olar. Burada 2 dənə təmmət vardı, amma birin qırmızı yazıblar, birin də qərə yazıblar. Baxaq görək ki, bu təmmət qırmızı ilə yazıblar, o nə deyir? Təmmət hazihin nüsxətü əş-şərifətü fi şəhri. Burada indi keles ehtimalən bir ayrı dildə yazıbdır bu ayı, mən bilmirəm. Səni-i səmanə və ərbəinə və məətə və əlif 1149-da fi şəhril mühərrəmil həram.
Kilis ehtimalən Türkiyədə Kilis şəhəri var, ora olacaqdır. Bu fi şəhəri ay adında deyil, elə şəhər şəhərdir. Fi şəhəri Kilis. Bu şəhər Mədinə anlamındadır, şəhər anlamındadır. Amma ərəbcə yazıb belə şəhər Kilis, sonra da yenə də yazıb fi şəhri Məhərrəm. Bu şəhrin, o şəhrin fərqini oradan bildim. Hər halda bu kitabın adına deyibdir. Biz bunu yazaq. Ad Ulumi Qəribə Nüsxə-i Şərifə. Bu nüsxə yəni nüsxə adı gələndə yəni bu öncədən yazılıbdır, amma bu tarixdə bu nüsxə olubdur. Yəni əsl kitab deyil. Bu bir dənə ayrı kitabın üzündən yazılıbdır. Nüsxənin tarixi, nüsxə tarixi ha zaman dedik ki 1149 1149 Hicri qəməri Məhərrəm ayı. Məhərrəm ayında. İndi fəqət bir iş görək. Əcəba mən bunu düz tərcümə elədim ya yox? Ona görə bunu da soruşaq. Səneyi səmanə və ərbəinə və mə'ə və ərbəinə və mi'ətə və əlif. Görək buna nə deyir? Ərbəini düz yazmamışam, amma bunu mən düzəltsəm. Bu ibarət Hicri qəməri tarixi ilə 1448. 1448 hələ qalır ona 2 il. Mən qələt yazmış ola bilirəm. (1148) olacaqdır. Ondan şey olmayacaqdır. Qələt yazır bu. Bir yol deyir 1844. Aha, bu tarix əski əl yazmalarda və tarixi sənədlərdə çox rast gəlinir. Sizin qeyd etdiyiniz ibarətin mənisi budur. 1848. Beləsi bir şey ola bilməz. Burada 1000. Bəlkə mən bunu bir də baxım. Mə'ə bir danadır. Mə'əteyn deyil ki, deyəm 200. Onun üçün mən istəyirəm onu deyəm. Bu tarix məxsusən Osmanlı və Qacar dövrü və əl yazmalar falan qələt yazıbdır. Hər halda bu belə bir şey yoxdur. Görək ki, çevirib ya yox. Hər kəlmənin anlamın yazar mısın? Ki bilaq burada nə deyir? Sənə il, səmanə 8, ərbəin 40, mi'ə 100, 1000, 1148. Amma 40 olmadığı üçün bir ayda 40 gün yoxdur. Bu ərbəin məsələsi 1148-ci ildən danışırıq, aydan danışmırıq ona görə. 1148-ci il. Tamam, səmanə 8 oldu. (1148-ci ildə bu nüsxə yazılıb. Yəni, ha vaxt yazılıbdır, bunu da bir baxaq. 1447-ci il deyirik, bundan çıxsaq 1148-i olar 200-300 il hududən öncə 299 il öncə yazılmış kitabdır. Tamam. Kitabın burada bir tarixin hələ fiilən çıxartdıq. Burada üstə ilə bulan yazmışmışlar. 1148. Bunlar da düz yazmışmış. Heç bir məsələsi yoxdur. Mən bu 8-i də türkcə, ərəbcə yazmışam. Bu halda ki, latincədən hamısını yazdığım üçün bunu da 148. Tamam. Qeydaq kitabımızdan görək ki, nə var?
Kitabımızın əvvəlindən başlayaq. Fehristdən görək ki, bu fehrist nədir? Burada bir şey var. Nədir? Burada görək ki, Firdevsi Kitabxane Firdevsi belə bir şey oxuna bilər. Əlbəttə o Firdevsdə oxunmadı, fərq eləmədi. Görə baş tapmadım nə oxunacaqdı. Əvvəl burada baxaq görək ki, nə deyir? Əl-kəlam. Kəlam nə deməkdir? Əl-ism, əl-irab, əl-faildir, əl-famildir, belə bir şey. Qeyrül mütəsərrif, əl-ədl, əl-vəsf, səfələrim var, amma səfələrini oxumuram. Əl-təənis, əl-mərifə, əl-əcəmə, əl-cəm, əl-tərkib, əlif və nun, vəznül fiil, babül mərfuat. Calibdir, burada bu şey ki, bura yazıbdır. Bu, ulum-i qəribiyyə rəbti yoxdur. Bu, ərəb dilində kələmatın sərf olar, olmaz, cəmdi, müfrətdi, vəzni nədir? Bunlardan danışır. Babül mərfuatu, əl-failu, tənazü'ül fəalatu, fəalanu, failan, fəalanu, məf'ul ma ləm yəsəmmə failəhu, əl-mübtədau, xəbəru. Yəni, bunlar hamısı müstəda və xəbər kanə və ixvatuha, əl-ləfziyyə, huruf-i şərt, huruf-il vəd, ta-i tənis, ət-tənvin, nun-i təkid. Yəni, bunlar o şeylərdir ki, burada bunun heç birisi bu kitabın adına dəxli yoxdur. Yəni, bu kitabın qonusu deyil. Kitab dedik ki, Süleymaniyyə kitabxanasında Usula İstanbulda saxlanır. Gedək kitabın özünün için açıq oxuyaq. Görək ki, burada bir şey bizə nə deyir? Bismillahirrahmanirrahim. Elhamdu livəliyyihi və səlatu əla nəbiyyi. Biraz oxuması çətindir. Biraz kiçildim bunu bəlkə. Elhamdu livəliyyihi və səlatu əla nəbiyyihi və əla alihi və əshabihil mühtəddin bihidayəti və bəd. Bu məsturun, yəni sətirlərin müngəti və bu məhərrirün müngəşi. Bu məsturun müngəşi və bu məhrurun ya məhərririn hərfisi calibdir. Bunu mən oxuya bilmirəm xətti. Bu məhərririn mərqşi, zəif və nəhif, qazi müqəssir. Qasi müqəssir, sudi sevdi günəhkar. Ya sudi günəhkar, Hagir ya Cəələllahu zənbəhu məğfurən. Əd'iyə-i məstura edər ki, əd'ibə məstura edər ki, bir gün əşrəf-i ovqatidə və əsəd saatidə sərəməd və sərəfraz nümayan olan vücudi şərifün və ünsür-i lətifün məclis-i şərif ilə müşərrəf və məhfil-i mənif ilə müstəid olmaq müyəssər oldu. Əl-kəlamu yəcirrül kəlam və binsaqi iləl məram və yənsaqu iləl məram həsəbincə fənni nümudə kafiyə ki ya fənni nümudə kafiyə ki talibinə vafiyə və dərdlərinə şafiyə, kafiyə və kafiyədir təzəkkür olundu. İddi ki, nə oluydu bu müxəddiri sahibi cəmalun və bu ərusi hicri xiyalun pərdi əfnaini və hicabi imtinaini rəf edə türki libas ilə bir şərh oluydu ta ki
müşkilatini beyan ve müzelatini ayan edib ibarati ma'lum ve istimalati mefhum ta nuni mezbut qanuni ehtimalen olacaqdır. Bir də oxuyaq. Müzelati ayan edib ibarati ma'lum ve istimalati mefhum قانونی مضبوط و اسلوبی مربوط düşeydi ettim به غایت یزدان و همت به inayet یزدان و همت دوستان bu qəziyyenin husuli bir adna iltifata mevsuludur. Umarım ki düz okuram. Yani kələmə biraz mən başardığım xətlərdən deyil. Yani oradan ki biraz indi təcrübəm var, o xətlərdən deyil. Və biraz da yekətmişəm, bəlkə də ondan dolayı biraz şey olur. Biraz da. Ağı da biraz nə cürsə bu qədər fikirləm ki, yekər. Bundan yekə olanda bəlkə də işığı da çox olur. Ondan görə də mənim gözümdə də biraz müşkül vardı. Mezbut ve uslubi merbut düşeydi ettim be inayeti yazdan ve himmeti dostan bu qəziyyenin husuli bir adna iltifata mevsuludur ya mevsuludur. Mən beləsi görürəm. Biraz yekəldim, görəcəyim. Mevsuludur. همان دم اول صاحب سعادت و عدل الکریم اول صاحب سعادت و عهد الکریم دین و خلفه شین و خلفه سین و دیوب او و عهد الکریم دین و خلفه شین دیوب لباس التماس و امنین محکم tutup damenin libası iltimas و damenin möhkem tutup cürüz yolların seddü behane sözlerin rədd qıldı. Əgərçə kim türki ibarət zərafətdəndir, lakin ma'mur ma'zurdur və çünki bu əcalə surət təhrir və səmt təqrir buldu təfəüla dibatəsini əlqabi dövlət nesabi səadət iktisab olacaqdır. O birisi səhifədə bunu təkrar edir. İndi burada zahirən didə baxımda bəzi. Bu bir iş görür. O birisi kitablarda biz gördük ki, ya bəzi kitablarda nümrə qoyur. Bilirik ki, səhifə 1, səhifə 2, səhifə 3, səhifə 4. İlaxər. Bəzilərdə bir dana vərəqin bir üzün yazır, o birisi üzünün əşğasında, cümlələrin eşiyində, kitabın əşğasında bir kəlmə yazır ki, o birisi səhifənin başlanğıcı onunla başlanacaqdır. Əgər burada yazılan kəlmə o birisi səhifənin əvvəlində olmasa, yəni kitabın səhifələri cırılıb, yoxdur. Bu neyniyibdir? Bu indi bir iş görübdür. Bu gəlibdir, səhifəni yazıbdır, yəni bu üzün yazıb, bu üzünü yazıb, axirdə bir kəlməni yazıbdır. Bu kəlmə o birisi səhifədə də təkrar ola. Əgər təkrar olmasa səhifələr cırılıbdır. Da bunu aşağıda yazmayıbdır ayrı. Yəni cümlədən qutarmayıbdır. Elə cümləni qutarıb, amma təkrarın o tərəfdə yazıbdır. Səadət iktisab, yenə iktisab, sahibi himməti aliyə, vahibi fəraid və ğali şulzat-ı şərif ki, sitədə-i rəfiəsi mən bunu oxuya bilmirəm, kəlmə nə oxuna bilər. Sitədə də əlbəttə yenə də oxunmur, amma sitədə-i
şərifeyi ki istədiyi رفیعسی ملشمی شفایی ارباب فضایل و şul ünsuri لطیف ki sahəti saxtı yazıb. Saxtı mənσəbəsi mühitti ricali əfazil və əmasildür. Şəmsi fələki iqbal bi بدری سماعی شرفی و کمال نوری سعادتی جبهسنده باهر و نوری سیارتی و نوری سیارت و جفسنده ظاهر نامدار و سردار آقایان کی آقا bu indi qalan adı. Peki Cəryandır Həsən. Nədir? Ağanam. İndi bunu nə oxuyacağıq? Ki ağa bəkseri olacaq, yekseri olacaqdı. Yandır Həsən. Yekceryandır. Həmin bu yekseriler vardı. Türkiye'nin o qədim ordusunun adı. İndi mən onun adını itirdim. Qocurum Osmanlı ordusunun adı neydi? Onun adını yazaq. Osmanlı ordusunun adı. Bəkseri, yekseri belə bir adı var. Əsakir Osmaniyyə. Orduy Humayun. Yox, bu o ki deyirəm də Akıncılar, Əzəblər, Bəksərilər, Yeksərilər belə bir adı var. Əgər tapa bilsən, Ləvənd, Əsakiri, Mənsuri, Məhəmmədi əskərlər, Timarlı sipahilər, Qapı Qulu ocağılar, Yeniçeri. Yeniçerilər ehtimalən bu o anlamda yazılıbdı. Yeniçeridəndir. Ağa Yeniçeridəndir. Həsən Ağanam Humayuni ilə Yeniçeri. Yəni bu kimdir? Bu indi Yeniçeriyandır. Yeniçeriyandır Həsən Ağanam Humayuni ilə mətrəz və müənvən ola bilər. Müənvən qıldım lazalə əvyaləl axərüzzəman. Kamız oxuya bilmirəm bu xətti. Görüm ki, bundan bir köməkli qalsam bu nə deyəcəkdir? Biraz da işığı çoxdur. Vaqiyyət budur ki, bu işığı da dağıdır adamın. Avbalə axərüzzəman mətəri zə'i və tərazi arabi və riqab arai bih və riqab-ın nas mətufəti butuqi oxuyamıram. Yəni bundan bir əks salım. Görüm ki, əcəba bunun bir neçə səhifəsi oxumalıdır. Əgər oxusaq bizə gözümüz açılar bu xəttə. Bu kitab əgər bəli oldu, bunu şey eləyək. Görək ki, bunu bizim üçün oxuya biləcəkmi bu şey? Kopi istəmirdim ki, iştibah eləmişəm. Bu səhifəni mənim üçün
aynı harflerle yazar mısın? Görək yaza bilir bunu. Əlbəttə bunu şey eləyim, dəyişdirim, deyim tüm mətni yaz. Ki mənə biraz köməklik eləsin bu. Təcziyə təhlildə, amma mən bu təcziyə təhlili yazım ki işi var, hələ qoymur bunu dəyişdirim. Çünki təcziyə təhlilini istəmirəm ki səndən. Mən fəqət istəyirəm ki bunu tamam. Bu səfhənin tüm sətirlərin kəlmə be kəlmə mənim üçün yazar mısın? Görək ki, yazır ya yox. Bu olsa mənə biraz köməklik elər bunu oxumaqda. Eləyə bilsə yazsa. Bəzi kəlmələri oxuyuram. Buracan bəlkə bir 4 dənə, 5 dənə kəlmədə çox zorluq çəkdim. Ya ikisini də oxuya bilmədim yadıma gələn. Amma ola bilər ki bir iş görüm. Bunu mən buradan qısaltsam. Bunu da buradan qeytərsək dalıya, bağlayaq aslında bu səhifəndə ehtiyacımız olmasın. Bunu da buradan biraz kiçildək. Bunları bir-birinin yanına qoyaq və oxuyaq. Dedi ki, nə mənə? Bu sözün qısa cavabı budur. Quran bu, aha tamam bu deyil. Mən gedəcəm. Çox gəlibdir dalıya, amma biz gedəcəyik aşağılıqdan buradan başlayacaqdır. Böyük məmnuniyyətlə siz göndərdiyiniz bu nisbətən təmiz və gözəl nəstəli xətti ilə yazılan əlyazma səhifəsinin oxunuşunu orijinal hərflər və yazı qaydası ilə sətir-sətir təqdim edirəm. Bu mətn bir elmi əsərin böyük ehtimalla sərf, nəhv və ya lüğət elmlərinə aid müqəddəməsidir. Kitab ya gərək bu olsun, ya o olsun. Ulum-i qəribə deyil məncə də. Çünki ayrı bir kitabın bu elmi hər halda. Burada oxuduq da, dedik ki, Bismillahirrahmanirrahim, Elhamdülillahi li vəliyyihi. Mən bunu bilmirəm nə demişəm. Vəssalatu əla nəbiyyihi və alihi və səhəbihi əimmətəd-din. Burada əimmətəd-din yoxdur. Bunları iştibah yazıbdır. Yəni, əshab-ül mühtəddinə bihidayəti. Bu cür oxunur. Bu qələt oxuyubdur buracan, amma bəzi yerdə bəlkə bizə köməklik eləyə. Deyə bunu saxlayayım. Məsələn, ikimizdə bədihu bu bəndiyi, burada bu bədihu bu bəndə yoxdur. Bədihu bu müsəttər. Burada əslən o cür bir şey yoxdur. Müflisi, bu bəhri, bikərani, qurşi, zəifu, nəhifu, qazi, müfəssir. Əslən bu aşağıda var idi, amma bu deyildi. Yəni, müflis yoxdur. Bu məsturun münqəşi və bu məhərrirün mürgəsi, zəif və nəhif qazi. Yox, bu bikəranzat yazıb burada. Bu bikəranzat yoxdur burada. Qazi, müqəssir, tamam bu deyil. Əslən bu şey yazıbdır. Gedək o birisi səhifə görək ki, sol səhifənin üstündən başlayaraq. İktisab. Burada yazıb iktab. İktab deyil. İktisabi, sahibi, himmət-i aliyyə, vahibi. Buranı da gedək yekseri. İndi yekseri dedim yenə mən onu. Yeniçeri. Bu çı həmişə məni çırıqdırır. Çırıqdırdığı üçün də yekseri deyirəm. Yeniçeri. Yeniçeri yandur Həsən ağa. Görək ki, burada vardı belə bir şey. Behic babdən nə yox. Həsən ağa mənam deyil. Həsən ağa nam Hümayuni ilə mətrəz. Burada yazıb ki, silu, müzəffər. Belə bir şey yoxdur burada. Və məənvən düzdür. Məənvən qıldım. Lazalə o ya lazalədən sonra nə mənədir? O balə. O balə axirüz zaman burada yazıb Cəlali Zeynəb.
Belə bir şey yoxdur. Bunu bağlayaq. Çünki əslən bu şey deyil. Yəni mən bundan 1000 pay yaxşı oxuram. Yəni tamam. Dedi ki la zale او یال آخر زمان مطرزی به ترازی مطرزی به ترازی آرایه و رقاب الناس معطوفه به توگی عالی. Əcəb bunu oxuya bilsəm ki 10 səfəsini bunun oxusam bu kitabı oxuyaram. Yəni 10 səfə də deməyim, 3-4 səfəsini oxusam oxuyaram. Yəni çox da çətin gəlmir mənə. Fəqət bu kitabın əsli adamın əlində olsa daha yaxşı olar. Yəni nəzərimə belə gəlir. Oxuduqca da həyəcana gəlirəm bütün axtarsaz. به توق الآیه ما یبرق الغمام و یتوق الحمام. Və bəd məlum ola ki, Cəlaləddin Əbdürrəhman Suyuti Əlfiyyəsinin bu Əlfiyyə kitabı çox uzun kitabdır, qalin kitabdır, enli kitabdır. Mən bunu oxumuşam. Suyutinin kitabını tələbələr oxuyarlar. Mən onu oxumuşam, ərəbcədir. Deyir ki, məlum ola ki, Cəlaləddin Əbdürrəhman Suyuti Əlfiyyəsinin şərhində məlum ulumi qəribənin fəzlində və təlim və təhsilində olqədər əhadis mərfuə və asar mərqumə və məqtuə arada yelmişdir ki delail və bərahin ilə və əsatid və ənənələrlə cəmini zikr eyləsən bir cəz-i miqdari yerə ancaq sığar. Bura ehtimalən bura yəni bura ancaq sığar. Lakin bunda münasib vazih əvvəlini və səbəbi zəif və səbəbi vəz'ini bəyan eyləməkdir. Məlum ola ki, üləma bu xüsusidə ixtilaf eylədilər. Bəs Əbu Bəkr Muhammed ibn Qasim Ənbari Əmali nam kitabında və Hafiz Əbulqasim ibn Əskər tarix və Məşqədə ibn tarix Əmali nam kitabında və Hafiz Əbulqasim ibn Əskər tarixi Dəməşqdə İbn Əbi Məlikədən rivayət eyləmişlər ki, Həzrəti İmam Ömər xilafəti zamanında, hangi imam bilmirəm ha onu. Həzrəti İmam Ömər ehtimalən xilafəti zamanında Mədinəyə bir ərabi gəldi və dedi ki, Allah Teala Muhammedə inzal eylədici kitabı bana kim oqudur? Hər kimsə dedi, mən oqudayım. Pəs buna Sure-i Bəratədə təlim eyləməyə başladı. Bu kimdir? Belə bilmədim. Pəs buna Sure-i bəlkə bunu bu kitabdan tapa bildik ki, bunu nə dedi? Əcəb buna da şey çəkmək olmur ki. Buna nə dedi? Kitabın sonlarıdır. Bəraəti. Sure-i Bəratədə. Bir dənə surədir hər halda adıdır. Bunu yaxşı oxumayıb. Bu da yazıb Bərati şey yazıbdır. Bu da dedi ki, Sure-i bir ayəti. Buna Sure-i
bəraətdə təlim eyləməyə başladı. Bir ətdəi. Ehtimalən bəraət, yox bəraət deyil. Amma belə bir şey olacaq. Bir ətdəi, bəraətdə təlim etməyə, ya bir surə bir ətdəi təlim eyləməyə başladı və dedi ki, İnnəllâhe bəri'un minəl müşrikin. Bəraət olacaqdır elə bu. Bəraət. Sure-i Bəraət var, görün. Mənim indi yadımda deyil, belə bir surə var ya yox. Qur'anda Sure-i Bəraət varmı? Görək belə bir surə varmı? Bəraət. Məncə yoxdur. Amma burada belə bir şey dediği üçün. Bəli, Qur'anda Sure-i Bəraət surəsi vardır. Amma bu surə daha çox Tövbə surəsi adı ilə tanınır. Tamam. Pəs onda düz oxumuşuq. Sure-i Bəraəti təlim eyləməyə başladı və dedi ki, İnnəllâhe bəri'un minəl müşrikinə və rəsuluhu. Lamün kəsri ilə. Lamün kəsri ilə. L hərfinin kəsrəsi. İndi burada hangisiymiş? İnnəllâhe bəri'un minəl müşrikinə və rəsulihi dedi. Lihi, rəsuluhu yox. Rəsulihi dedi. Lamün kəsrəsilə, çünki Ərabi dil bilirdi, dedi ki, Allah-u Teala Rəsulündən bir medir açır, bil hər bimidir. Belə bir şey yazıb burada, amma Allah-u Teala Rəsulündən, görün burada nə yazıb bu adam? Bəridir. Aha, və Rəsulihi namının kəsri ilə, çünki Ərabi din bilirdi, din bilmirdi, dil bilirdi. Dedi ki, Allah-u Teala Rəsulündən bəridir, bəri. Bəri midir? Aha, bəri midir? Allah, Ərabi dedi yəni, dedi ki, Allah Teala Rəsulündən bəri midir? Əgər Allah Rəsulündən bəri isə, mən də Rəsulündən bəriəm, dedi. Pəs, bu söz Həzrəti İmam Ömərə erişdi və Ərabi dəvət eylədi. Ərabiyi dəvət eylədi və dedi, ya Ərabi, Allahın Rəsulündən bəri mi olur sən? Bəri mi olur sən? Ərabi dedi, ya Əmir-el-Müminin, mən Mədinəyə gəldim və Qur'an-ı Şərifi bilməzdim və dilədim Qur'an öyrənim. Dilədim Qur'an öyrənməyə və hər kimsə bana Sure-i Bəraəti təlim eylədi və bir kimsə bana Sure-i Bəraəti təlim eylədi. Dedi, İnnəllâhe bəri'un minəl müşrikinə və rəsulihi. Bəs dedim ki, Allah-u Teala Rəsulündən bəri midir? Allah-u Teala Rəsulündən bəri isə, mən də Rəsulündən bəri olurum. Həzrəti Ömər dedi, böyle dəcüldür ya Ərabi. Dedi, ya necədir? Ya Əmir-el-Müminin. Pəs imam dedi ki, İnnəllâhe bəri'un minəl müşrikinə və rəsuluhu. Lamün zəmmilə. Pəs Ərabi dedi ki, mən də vallah bəri olurum Allah və Rəsuli bəri olan kimsədən. Ondan sonra Həzrəti Ömər nəmə tənbih eylədi ki, Qur'an-ı Şərifi tənbih olacaqdır. Tənbih eylədi ki, Qur'an-ı Şərifi təlim eyləməyin illa lüğət-i ərəbiyyə alim olan kimsə və Əbul-Əsvəd Dölbiyə əmr eylədi. Bu adam adıdır. Əbul-Əsvədi Dölbiyə əmr eylədi ta nəhvi vəz eylədi. Amma Əbul-Qasım Əbdurrahman bin Məhb, amma Əbul-Qasım
Abdurrahman ibn İshaq Zucaci النحوی امالی نام kitabidə. Əmali kitabıdır. Kitab bəs əslən ulum-i qəribə deyil. Biz bir belə də əvvəldə danışdıq, o deyil. Bu nəhv sərf haqqındadır. Çünki tamamən o adamların kitablarından adapıcı orada mesela əmali nam kitabidə ənənə ilə Əbul Əsvəd Dölübdən rivayət edər. Bu Dölüb də ehtimalən bir adam adıdır yenə də. Dölübdən rivayət edər ki, bir gün Həzrəti İmam Əliyə vardım, gördüm ki, başın əşəğə eyləyib fikrət almış. Dedim, ya əmirəl möminin, nədir fikrin? Dedi ki, bu sizin şəhrinizin, yəni Bəsrənin ləhnin eşitdim. Pəs dilədim ki, bir kitab vəz edim usul ərəbiyyədə. Dedim ki, əgər belə edərsən, bizi ihya edərsin və bu lüğəti ibqa edərsin. Ondan 3 gündən sonra yenə yanına vardım. Pəs bana bir məktub sundi ki, onda yazmış Bismillahirrahmanirrahim El-kəlamü külluhu ismun və fiilun və harfun fəl ismu ma ənbəə anil müsemma, yəni ism şul kəlmədir ki, müsemmadan və zatindən xəbər verər. Vəl fiilü ma ənbəə an hərəkətil müsemma, yəni fiil şul kəlmədir ki, müsemmanın hərəkət və halini bildirir. Vəl hərfi ma ənbəə an mə'na leysə bil ismi və la fiil, yəni hərf şul kəlmədir ki, bir mənaya dəlalət eyləyə ki, ol məna ism və fiil mənası dəcül. Ondan sonra bana dedi ki, səndə tətəbbü eylə və xatir bənə və xatirinə gələni ziyadə eylə. Ondan sonra bana dedi, eyləm ya əbəl əsvəd ennel əşyaə səlasetun zahirun və müzmerun və indi burada bir şey yazıbdı, oxuya bilmirəm. Zahirun və müzmerun və şəxa leysə bi zahirin və el-əşya'u selasetun zahirun və müzmerun və şeyun leysə bi zahirin və la müzmerin, yəni əşya üçdür. Bir qismi ismi zahirdir və bir qismi müzmerdir və bir qismi nə zahirdir və nə müzmerdir. Bu oldur ki, yenə bəzi təkrar olubdur. Yəni bu birisi səhifəyə gedəndə əslində biz indi 4-cü səhifəni oxuruq. Bəzi məhəllərdə bir zəmir mərfu istiar edərlər. Məsələn, Zeyd qaimun və yəqumu gibi. Fətəəmmül Əbul Əsvəd dedi. Fətəəmməl Əbi Əsvəd dedi ki, imam böyle dedikdən sonra ben də neçə əşya cəm eylədim və ona ərz eylədim və var ərlərinə huruf və aralərinə hurufi nəsb və var idi. Ana innə və ən və leytə və ləəllə və kanə hərfini zikr eylədim və lakin hərfini zikr eylədim. Bəs dedi ki, nə üçün ani tərk eylədin? Eyləmədim ehtimalən olacaqdır. Eyləmədim olacaq ehtimaləndir. Deyir ki, və lakin hərfini zikr eyləmədim olacaq. Burada eylədim mən oxuram, amma olmayacaq. Çünki deyir ki, eyləmədim. Pəs dedi, yəni imam buyurdu ki, nə üçün ani tərk eylədin? Ben dedim,
Bunu anlərdən zənn eyləmədim. Dedi ki, bəla anlərdəndir. Bunu anlərə ziyad eylə. Ben de ziyad eylədim. İntəhə kəlam Suyuti. Kelam Suyuti qutardı. Bu kitap ulum-i qəribə değil. Bu kitap qətlən şeydir. Deyək nədir? Qətlən ədəbi Fars ərəb dilinin sərf-ü nəhvinə, təcziyi və tərkibinə bağlıdır. O haqdadır. Sirafi də yenə də bir ərəb dili uzmanıdır. Onun da kitablarını tələbə oxuyarlar. Mən də biraz bunun kitabından oxumuşam. İndi bilmirəm ki, kitabın hamısını oxumuşam ya birazını oxumuşam. Bunların kitabları ərəb olar. Yəni tələbələr oxuduqları kitablarda bir danası fikirəm ki, içində farscası var idi mən oxuyan zaman. Qalan hamısı ərəb olardı o zamanlar. İndi bəlkə dəyişdiriblər, hamısını farsça ediblər. Sirafi dedi ki, Məhbub Bəsri Xalid Xudadən rivayət ad adıdır. Xalid Xuda kimdir bilmirəm. Bir adamın adıdır. Xalid Xudadən rivayət eylədi ki, ərəbiyyəti əvvəl vəz eyləyən Nəsr ibn Asimdir. Amma İbn Ləhbəqə Əbu Nəzərdən rivayət edibdir. Ol vazi-i ərəbiyyət Əbdürrəhman ibn Hürmüzdür. İntəhə mahi oxuya bilirəm, yəni ma əvrədə əs-Sirafi, o şey ki Sirafi gətirmişdi, o qutardı. Məlum ola ki, ol vazi Əbul Əsvəddür denilir dəxi. Necə səbəb yazmışlar, lakin kesrət səvadidən i'raz edib iki səbəb üzərə ixtisar eylədik. İmam-ı Mətrəzi. Fikirəm İmam Mətrəzi türkdür. Fikirəm Türkistanlıdır qətən. Amma fikirəm ki Üzbəkistanlı olacaq. Baxım görüm İmam Mətrəzi. İmam Mətrəzi. Böyük ehtimalla sizin əlyazma mətnidə gördüyünüz və ya bu bəhsin davamı olaraq axtarışınızda qarşınıza çıxan şəxs İmam Mütərrəzi Əbülfət Nasir ibn Əbdüsseyd Mütərrəzidir. O, köhnə əlyazmalarda özəlliklə dilçilik və lüğət elmlərində ən böyük kəlmə ustadlarından biri sayılır. Sizin əlyazmanızın konusu ilə bağlı onun haqqında bu önəmli nöqtələri bilmək maraqlı olar. O kimdir? Mətrəzi ya Mütərrəzi, doğumu Hicri 538, ölümü 610, Xarəzm məktəbinə mənsub böyük bir ədib, lüğətşünas, fəqih idi. Ona ədəbiyyat aləmində Xəlifətüz Zəməxşəri, Zəməxşərinin xəlifəsi və davamçısı deyirdilər. Məşhur əsəri Əl-Müğrib kitabı. Onun ən tanınmış kitabı Əl-Müğribi fi tərtibil mü'ribi adlanır. Bu kitab sadəcə bir lüğətnamə deyil, bəlkə fikri kəlimələrin və ədəbi istilahların mənasını açıqlamaq üçün yazılan ən mötəbər mənbələrdən biridir. Sizin göndərdiyiniz şəkildəki mətn nəhv və lüğət haqqında olduğu üçün Mətrəzinin adına orada və ya o dövrün başqa şərhlərində rast gəlmək çox təbiidir. Ədəbiyyat və nəhm aləmindəki yeri. Mütərrəzi ərəb dilinin dəqiq qaydalarını, nəhv və sərf qorumaqda çox təəssüblü idi. Sizin o əlyazma səhifəsində zikr olunan Ərabinin Suri-i Bəraətdə etdiyi xəta kimi hadisələr Mütərrəzi kimi alimlərin əsərlərində tez-tez nəql olunur ki, insanlar dil qaydalarına diqqət etsinlər. Sizin mətnlə əlaqəsi, tamam, bunu istəmirik.
Müterrezinin adının sonundaki ya harfi onun ecdadlarının paltar üzerinde nakş-ı nicar, teraz, tiken usta olduklarına işaret edir. Acayip. Teraz sözü dəstəli teynə paltar üzündə nəqşə salmaq, gül çiçək toxumaq anlamına gələn bir addır. Tərrazi. Biz də tərəzi şey deyirik, nə deyirik? Xərazi istirdim, deyəm ondan da yox, xərazi ondan deyil. İmam Tərazi bir kitabı var, adı Məqamati Dübri şərhinin indi bu kitabın axirində Əsməidən rivayət edər. Məqamati Dübri şərhi. Görün belə bir şey var. Əcəba onun Məqamati Dübri şərhi adında bir kitabı varmı? Belə bir şeydir. Məqamati Dübri Dəbri ya da belə bir şey. Bəli, dəqiqən maraqlı bir nöqtəyə toxundunuz. İmam-ı Mütərrezinin Həriri deyil, Məqamat-ı Həriri şərhidir. Tamam. Mən qələt oxumuşam. Bunu bizə köməklik elədi. Bunu oxuduq. Məqamat-ı Həriri. Şərhinin axirində Əsməidən rivayət edər ki, nəhvi əvvəl bəsəri vazı nəhvi əvvəl vazı bəsri Əbül Əsvəddür. Ondan əxz eylədi Ütbətül Qətil və necə əşya zəban ziyadə eylədi və ondan Meymunul Əqrən, Meymunul Əqrən bir dənə adamın adıdır. Meymun biz heyvana deyirik, məmnun sözü də ondandır. Meymun-u məmnun bir rişədəndir, bir kökdəndirlər. Yəni nə demək? Sevincək, şad. Biz bunu heyvan adından bilirik, amma yox. Deyirik məmnunam, meymunam da deyə bilirik, yəni çox şadam. Meymun sözü, burada soruşaq ki, məmnun və meymun sözlərinin bir-biri ilə olan ilgini açıqlar mısın deyə soruşaq. Bu iki kəlmə arasında ilgi həm lüğəvi dilçilik baxımından, həm də klassik ədəbiyyat və ənənə baxımından çox maraqlı bir nöqtədir. Sizin oxuduğunuz əlyazmalarda bu iki sözün tez-tez yan-yana gəlməsi təsadüfi deyil. Bunların əlaqəsini belə açıqlamaq olar. Kök və məna əlaqəsi lüğəvi baxım. Hər iki kəlmə ərəbcə köklü olub, yəni məna təbəqəsinə aiddirlər. Məmnun, mənnə kökündən gəlir. Əsil mənası yaxşılıq etmək və ehsan etməkdir. Bizim dildə razi və mutlu mənasında işlənsə də, qədim mətnlərdə şükrə layiq bir yaxşılıq edilmiş kimsə mənasındadır. Meymun, yümn kökündən gəlir. Pəs bir kökdən deyirlər. Mənası bərəkətli, uğurludur və mübarəkdir. Meymun, yümn kəlməsindən gəlirmiş. Tamam. Gördüyünüz kimi, bir gedək görək ki, qabaqda bu hər 30 səhvədən biraz oxuyaq, görək ki, nə olur. İndi bu 30 səhvə dedim, bizə bir müşkül yaradacaq, 20-yə gedək. 20 gedək qabağa. Çünki kitabı indi hop buluruq. Hələ əvvəldən bir 10-15 səhvə oxusaydıq, gözümüz bunun yazısına adət eləsəydi, yaxşı idi. İndi ki hop bulduq, biraz çətinliyə düşəcəyik. İkincisi, hərfi avsəti mütəhərrik olmaqdır. Səqər kimi. Üçüncüsü, əcəm olmaqdır. Yəni, ləfz əcəm olmaqdır. Hasili ərəbdən, qeyri dildən olmaqdır. Pəs, bənd ikisi tə'nis mənəvinin hərfi caizdir. Zira
vücubunun şərti bulunmədi. Ədəmi sərfidə caizdir. İki səbəb bulunduğu üçün yəni tənis və ilmi amarisinin amarzısının tənisi mənəvi ziyadə ilə bulunduğu üçün ədəm hərfi vacibdir və sə'rədə təhərrük bu nə mənədir? Səqrədə təhərrük ovsəti ilə tənisi mənəvi və mahu cürədə əcəm ilə tənisi mənəvi bunların hər birisi la yənsərifdir. Zira ücünün ucubunun şərti bulundu. Amma əgər tənisi mənəvi bir müzəkkərə ism eyləsələr, pəs şərti ol ismin hərfindən ziyadə olmaqdır. İndi qodum ki tənisi mənəvidir bir rəcülə ani ələm eyləsələr münsərif olur. Ələm yəni bir adama, məsələn mənim adım indi beləsi deyək. İranda bir yanlışlıq, çox əcib yanlışlıqlar var. Dili bilmədən, mənasını bilmədən, kültürlərin fərqini bilmədən, məsələn, bəzi sözləri tohin kimi görürlər. Məsələn, səgvənd çox hörmətli adlardır lorlar, bəxtiyarilər içində. Səgvənd. Farsca geçsək, it nəcadı, it kökü, it toxumu deməkdir adam adı. Amma belə deyil ki. Oranın özünün dili var. O dilin, o ədəbiyyatın, o təməddünün, o uyğarlığın içində onun mənası bəlli olar. Farslar bunu bilmədiyi üçün ilham sözü farslarda qız adıdır. Ona görə fikirləmək ki, ilham sözü qız adıdır. Yəni beyin bu qədər kiçik və məsxərə bir beyin, düşüncə. O halda ki, türklərdə və ərəbdə oğlan adıdır, ilhamə qız adı olar. Əkrəm oğlan adıdır, amma farslarda qız adı olduğu üçün fikirlər ki, hətmən gərək qızlara ad qoyular. O halda ki, Əkrəmə qız adıdır. Əntiq oğlan adıdır, əntiqə qız adıdır. Amma bu şeydə yoxdur. Farslarda bunlar yoxdur. Farslar bunu işlətmirlər. Onun üçün də bunu bilmirlər. İndi burada bir şey oxudum, mən onu istirdim deyəm ki, əgər, məsələn, şərəf və əşrəf oğlan adıdır. Əgər bunu bir qız adının üstünə qoysalar, gərək qoyarlar, məsələn, əşrəfə, tay təyinislə. İndi bir qız adın oğlana deyir, burada bu bəhs budur. Deyir, bir qız adın oğlana qoysalar, orada onu şey etməlidirlər. Onun tay tənisin, o qız əlamətini götürməlidirlər. Məsələn, nə deyək? Bir dənə ad deyək ki, xanım adı olsun, Kamilən. Bizim heç olmazsa türk dilində və fars dilində. Siddiqə. Ərəbcədə elə, tay tənisi var, axırında T var. O siddiqə ki deyirik, qə, o axırdəki tay tənisdir. Yəni, H kimi yazılar, girdə yazılar, üstündə 2 nöqtə qoyular. Buna deyirlər tay tənis. Əgər bu geçsə oğlan adına desək Siddiqə, əgər bunu adına Siddiq. O H, o T götürək. Burada onu deyir ki, beləsi bir şey. Kitab
əsla və əbəda ulum-i qəribiyyə ilgisi yoxdur. Gedək 40-cı səhifəsindən 46-ya gəldik. Burada bir qırmızı şey gördüm. Qırmızı yazı gördüm. Əs-sani əl-munada və huvel mətlub. Burada bir dənə bəhsi gəlibdi. Ehtimalən nida hərflərində bəhs edir. Fi ərbəti məvazi əl-əvvəlu səmaiyyun misli imrəə və nəfsuhu və intəhu imrəə və nəfsuhu və intəhu xeyrən ləkum və əhlən və səhlən və mərhəbən. Diqqət buyursanız burada deyir ki, fi ərbəti məvazin əl-ismu səmaiyyun. Bəzi yerlərdə deyir ki, adlar, ərəbcə adlar eşitmək üzərədir. Misli imrəə sözü və nəfsəhu və intəhu xeyrən ləkum və əhlən və səhlən və mərhəbən. Bu ehtimalən bunları deyəcək. Mənə vücubi mə'tufudur cəvazə fi hurufi zərf. Ərbəətun. Burada şey deyir. Vücubun mə'tufudur cəvazəhu vücubən mə'tufudur. İndi bu kəlmə cümlə ki gətirdi, deyir o vücuba, burada əvvəldə əlbəttədir və vücubaha, o vücub kəlməsi ehtimalən bu bir kitabdan nəqli qol edir. Yəni kitabı gətiribdi, o kitabın sözlərin qırmızı xəttindən yazır, sonra onu açıqlır ki nə deməkdir. Mən bunu indi burada baş tapdım. Buradan baş tapmamışdım. Ehtimalən indi buradan qeydir. Məsələn, burada görürəm bu cümləni yazıbdır və vücubaha fi ərbəəti. Burada yenə deyir əl-məf'ulu bihi ma vəqəə əleyhi fi'lul faili nəhvə xərabtu zeydən zərabtu zeydən və qəd yetəqəddəmu aləl fi'li və qəd yəhzəful fi'lu liqiyami qərinətin cəvazən nəhvə zeydən limən qalə mən əzrəbə. Məsələn, bu bir kitabdan nəql edir. Bu qırmızıları hangi kitabdan nəql edir? Qeydib onu oxumalıyıq ki, görək bu kitab hangi kitabdır. Mən də onu oxumadığım üçün indi istəyəm, gərək bunu qeydəm, kitabın əvvəllərinə. Görək ki, bu harada bunu deyibdir. Və qədlə bizalikə yox. Şimdi qeytməliyəm, biraz da dalıya qeytməliyəm. Yədillu ələ filan. Şimdi qeytməliyəm. Ləfz. Şimdi buradan qeytməliyəm. Əl-kələmətun ləfzun və vəz'un li mə'na. Bu haradan deyibdir? Sirafi İbni Beyhəqə tamam Sibeveyh ki tamam oldu. İndi bunu burada Sibeveyhin haqqında bir şey yazıbdır. Ehtimalən Sibeveyhin kitabını oxuyacaqdır. Ona görə buranı oxumalıyıq. Görək ki, bu kitabı İmam Mətərrəzi Məqamat-ı Həriri şərhinin axirində Əsməidən rivayət edər ki, nəhvi əvvəl vazi Bəsrədə Əbül Əsvəddür. Ondan əxz eylədi. Ütbətül qətil və necə əşya zəbanə ziyadə eylədi və ondan Meymunul Əqrən Əbu Abdullah əxz eylədi və necə əşya ziyadə eylədi və ondan Abdullah ibn İshaqil Xəzri və ondan Əbu Əmr ibn Əla və Yunus ibn Həbib və Əbul Xitabil Əxvəş və İsə ibn Əmər Səqəfi və Ömər Səqəfi və ondan Xəlil ibn Əhməd Əzdi və ondan Həmad ibn Sələm ibn Dinar və Nəsr ibn Səmil və Əbu Muhammed Yezidi və Ali ibn Nəsr Cəhzəmi və Murəhi Sədunisi və Əmr ibn Usman Sibeveyh və məzkurilərdə anın kimi kimsə gəlmədi. Deyir, bunların içində heç kəs
Sibeveh kimi gəlmədi və nəhv anın qətində nəhayət buldu. Sibevehin yanında nəhv elmi təkmil oldu. Və ondan çox kimsə tələmmüz eylədi. Onun şagirdi çox adamlar ondan öyrəndilər, tələmmüz eylədilər. Amma aralarında Səid ibn Məsədətül Əxfəş imtiyaz buldu. Onların içində bir nəfər də şeydi. Və Sibeveyhdən Əsən idi. Əsən sözün burada baxaq. Çünki məsələn Əsənqal, yəni mən o cür bilirdim, amma Əsən yəni üstün. Bəli, mən eşidirəm. Əsən buyurun. Yox, göndərdiyin yox. Əsən idi nə demək? Əsən idi nə deməkdir? Əsən idi nə deməkdir? Klasik mətnlərdə və əlyazmalarda əsən kəlməsi iki fərqli kökdən gələ bilir. Amma sizin araşdırdığınız mühitdə, yəni Osmanlı türkçəsi və dilçilik köklü mətnlərdə böyük ehtimalla bu iki mənadan biri qəsd olunur. Əsil türkçə mənası sağlam və səlamət. Qədim türkçədə əsən sağlam, salim, səlamət mənasına gəlir. Bugünkü Türkiyə türkçəsindəki əsənlik, salamatçılıq sözü də buradan gəlir. Əsən etdi. Əsən idi, etdi deyildi. Qoy bunu şey eləyim. Tamam. Tazaşdan bunu doğru yazsın, görək nə mənə. Əsən sözü əski və əsil bir türkçə kəlmədir və çox gözəl bir mənası var. Bu kəlmə sizin oxuduğunuz qədim əlyazmalarda və ya klasik məktublarda bir neçə mənaya işlənə bilir. Sağlam və salamat. Əsas mənası. Bu kəlmənin kökü ruh, ruhi, canlı kökündən gəlir. Sözü pəs buradan gəlir. Uslu da ol ehtimalı ilə bundan olacaqdır. Əynen o şey olur. Və sağ salamat, xəstəliksiz, afiyyətdə olan deməkdir. Qədim türkçədə birinə yaxşı arzular diləyəndə əsən qalın, salamat qalın və ya əsən olun deyirlərdi. Rahat və dinc. Əgər bir şəxsin və ya bir yerin halını təsvir edərsə, oranın əmn, əmanlıqda, qorxusuz və rahat olduğunu bildirir. Məsələn, ora əsən yerdir. Yəni əmn, əman yerdir. Tamam. Əski mətnlərdəki yeri sizin oxuduğunuz Osmanlı türkçəsi ilə yazılan mətnlərdə bu kəlmə daha çox məktubların sonunda və ya bir kimsənin sağlığını xəbər verəndə işlənir. Məsələn, oğlunuz əsəndir. Yəni, oğlunuz sağ-salamatdır, niyaran qalmayın. Əsənliklə, yəni salamatlıqla, xoşluqla. Önəmli bir nöqtə, oxunuş fərqi. Əlyazmalarda kəlmələri oxuyarkən diqqət etməliyik ki, bunu başqa sözlərlə değişik salmayaq. Əsən, sağlam, salamat, türkçə. Əhsən, ən gözəl, ərəbcə, əhsənül xaliqin kimi. Asan, qolay, çətin olmayan, farsca. Tamam. İndi burada elə bunu soruşduq. Uslu nə deməkdir? Uslu olmaq. Uslu olmaq kəlməsi sizin uzun illərdir üzərində çalışdığınız o qədim əlyazmalarda və türk dilinin tarixi qaynaqlarında qatlarında çox dərin və əsil bir mənaya malikdir. Bugün bu kəlməni daha çox uşaqlar üçün dinc mənasında işlətsək də, klasik mətnlərdə mənası tamamən fərqli və elmlidir. Bunun kökünü və mənasını belə açıqlamaq olar. Kök mənası, us. Us qədim türkçədə əql, dərk, şuur
fəhm deməkdir. Ona görə də uslu, yəni ağıllı, başlı papaqlı, dərkili və düşüncəli kimsə. Uslu olmaq, əql ilə hərəkət etmək, bir işin önünü, sonunu düşünmək və əqlin hökmünə tabe olmaq mənasındadır. Klasik mətnlərdə və əlyazmalardakı yeri, sizin araşdırdığınız o elmi müqəddəmələrdə və ya əxlaqi kitablarda, məsələn, Qabusnamə tərcümələrində ya sufiyanə mətnlərdə uslu kəlməsi belə işlənir. Arif və ağıl insan bir kimsə ki, öz nəfsinə hakimdir və hər sözü ölçüb biçib danışır, ona uslu deyirdilər. Bilgili olmaq. Bəzən us kəlməsi bilik ilə yan-yana gəlir. Us və bilik, yəni əql və elm. Əsən və uslu əlaqəsi. Maraqlıdır ki, sizin az öncə əsən sağlam kəlməsini soruşmuşdunuz. Qədim türk düşüncəsində əsən olmaq, bədənin sağlamlığı və uslu olmaq isə ruhun və əqlin sağlamlığı kimi görülür. Yəni, insan həm cismin sağlam, əsən olmalıdır, həm də əqlən kamalda uslu olmalıdır. Tamam. İndi görək ki, bu kitabı hangi kitabdan gətirir onu. Sibeveh eylədi. Əsən idi, yəni yaşlı idi. Aha, əsən idi, yəni yaşlı idi. Amma zəlbidən tələmmüz eylədi. Əmaxlibdən. Dedi ki, Sibevehdən o adam kim idi? Səid ibn Mə'dət Əl-Xəfəş. O imtiyaz buldu və Sibevehdən əsən idi, yəni başlı idi. Amma Xəlildən tələmmüz eyləmədi. Sibevehdən eylədi. Xəlildən tələffüz eləməyib. Xəlil bunun şagirdiymiş Sibevehi. Ya ayrı bir adammış, ondan tələmmüz eyləmədi. Xəlildən tələffüz eyləmədi, tələmmüz eyləmədi. Sibevehdən eylədi. Hasili məzkurləri biri-birindən artırı nəhvi Sibevehdə tamam oldu. Və cəmi ulumi münadi və vəsfində şeyi kəsir vəz oldu. Şeyi vəz oldu. Sonra ziyadə edəndir bir cümlə kəmalə erişdi. Sonra ziyadə edəndəndir bir cümlə kəmalə erişdi. Təmmə kəlami Suyuti Əl-Mətrazi məlum ola ki, təmmə kəlami Suyuti Əl-Mətrazi məlum ola ki, əksər uləma-i nəhv zabəndəndir. Nəhvün zabəndəndir. Kitablərinin əvvəlini kəlmə və kəlamın ibtida eyləmək, zira bunlar nəhvün mövzuləridir. Elmin mövzui oldur ki, elmdə ol mövzuun zatinə ariz olan əhvalindən bəhs ola. Məsələn, elmi tibbidə موضع بدن insanidir ki, ana bədən insana ariz, anda bədən insana ariz olan əşyadan bəhs olunur. Səhət və mərəz və əzəbə və əşribə
və əğziyə və əşribə və əlbisə kimi nəhvidə də kəlmə və kəlamə ariz olan i'rab və binadən və bunlara mütəəlliq olan əhvalidən insiraf və ədəmi insiraf və tərif və tənkir və təşbih və cəm'i ilə ma yetənaha bəhs olunur və kələmətül kəlam üzərinə və kələme-i kəlam üzərinə təqdim edərlər. Zira kələmə kəlamın cüz'idir. Ləfzindən və məfhumindən və istirdim ki, görün bura hara gəlir, deyir ki, tamam, burada ehtimalən buradan bu kəlməyəcən oxusaq bəlli olur. Və məfhumidən və irab bizzat ləfz-ü təqdir ol məhəlli kələmə ilə kələməyə raci'dir. Əvvəla və cümləyə məhəllə saniyə. Saniyən və bəzilər dedilər ki, mövzui nəhv kələmi ərəbiyyədir. Fəqət bəzilər dedi ki, kələmə və tərkib də tərkibidir. Ustadı olsun, qeyrisi olsun. İsnadi olsun, qeyrisi olsun. Müsənnif Həzrətləri bu kitabın əvvəlində sair kitabları götürdür. Sair kitabları gibi Hur-u Sinay və Salat-ı Təhiyyəti yazmadı. Aha, Suyuti'nin kitabını deyir ehtimalən, deyir ki, köcülün zikr belədir ki, köküldən, gönüldən geçir. Aha, yox, üstürəm, daldan oxuyacaq. Ustadı olsun, qeyrisi olsun, isnadi olsun, qeyrisi olsun, müsənnif həzrətləri kitabı yazan. Bu kitabın əvvəlində sair kitabları gibi o birisi kitablarına tay həmd və səna və sələvat-ı təhiyyəti yazmadı. Dildən zikr bələ və bilədi və ya gönüldən geçirməklə iktifa eylədi. Eylədici üçün. Deyir ki, ya dildən dedi, ya da yazmadı. Deyir, ya dilində dedi, ya da göylündən geçirdi. Ona görə yazmadı. Deyir, yəni o bir kitablarında yazırdı. Burada yazmamağı dəlili budur ki, ya ürəyindən geçirdi, ya da dili ilə dedi, amma yazmadı. İktifa eylədi. Bu məndə də olur. Mən özüm də bəzən mətləb yazıram. Bismillah yazmıram. Deyirəm ki, Bismillahirrahmanirrahim. Ya ürəyimdən geçirdirəm ki, Bismillah. Allahın adı ilə başlayıram yazmağa. Ya bəzən danışanda məsələn, buna görə ki, dostlarımız gülürlər ki, məsələn, çox sekulardılar hətmən və dindən biraz uzaqlaşıblar ya uzaqlaşmayıblar, işim yox. Amma gülürlər mən Bismillah deyəndə ya məsələn şey olurlar. İçimdə deyirəm ki, gülməsinlər. Məsələn, mənə ki bir şey olmur, amma mənim nəzərimə gəlir ki, hər halda insanların zehni bir araya girəcək ki, nə oldu? Məsələn, bunu təhqir elədi, nədir? Bunu görməmək üçün. Bəzən məsələn adam ürəyində deyir, amma mən bundan bizə qərar almışam ki, özümü gizlətməyəm, mənim inancım var bəzi şeylərə. Onları deməkdən çəkinməyim. Yəni nəyə çəkinim ki? Yəni məsələn, nə olsun ki? Hər kəsə öz biri gülsün mən onun gülmağından ötürü özümün içimdəkini niyə gizlədim ki? Bir şeyi yaşıram, niyə onu gizlədim ki? Məsələn, o adam güləndə mənə nə olur, gülməyəndə mənə nə olur? Mənim hangi ruzimi kəsə bilir, hangi şeyimi izafə eləyə bilir? Yoksa səna və səlat-ı təhiyyəti yazmadı, dildən zikr eylə və ya gönüldən geçirməklə iktifa eylədi üçün, pəs həmdi tərk eylədi demək, mütəvəccih dəcüldür. Ey biri müsənnif Bismillah və həmd ilə zikrindən sonra əl-kəlmətü ləfzün vəz'ün li mə'na, vüz'ən li mə'na. Buradan o kitab Suyuti'nin kitabına getir ehtimal verirəm. Ona görə Suyuti də bu qədər danışır. Suyuti'nin kitabı elədi, belədi. Deyir ki, Suyuti Bismillahla başlamadı. Elə dedi ki, əl-kəlmətü ləfzün və vüz'ən li mə'na. Ondan sonra bu kitabın, onun kitabının qırmızı yazır. Onların açıqlamasını şeylə geçirdir. Bunu bildik ki, qəziyyə beləsidir. İndi gedək biz 40-cı səhifədən istirdik bir şey oxuyaq.
Görək ki 40-cı səhifədə nə yazıb? Yazıb ki və qəd bihəsb المبتدئی القیام قرینة جوازا كقول المستحل الهلال والله والخبر جوازا مثل خرجت فإذا السبع وبجو بفيما التزم fi mevzi. Hər ərəbcədir, biraz da yazısından da baş tapıram. Ona görə qaldı deyir ki və qəd yəhzufu bi müqtədai siyam ya qiyam qərinətən cəvazən və qəd yəhzuful fiilu li qiyami qərinətən cəvazən kibidir. İrab ilə kaf hərfi cim və ba ismidir. Misli mezani ma'na mezani ma'na muzafidir. İhtimalen muzaf, misli muzaf ve muzafidir. Qoluhu ve qoli mecrurudur. Harfi cerri lehu veya izafeten lehu ve muzafidir. Hala indi bilmədim ərəbcə, türkcə harda bir-birindən ayrılır. Keçək şeydək. Mən türkcə bu cür ədəbi şeyləri oxumadığım üçün zora özümü bəzən salıram. Bu da təxəssüsdür, çox yuxarı təxəssüsdür. Yəni siz indi doktoraz olsa, hər nə riştədə olur olsun. Gedəsiz ərəbi istəyəsiz, öyrəşəsiz, özdə yuxarı səviyyədə, məsələn, doktora alasınız deyək, beləsi deyək. Fövq lisansınız var ərəb dilində, gedəsiz doktora alasınız, bunları bilməlisiniz. Fikir edirəm ki, fövq lisans doktora dərslərində bunları oxumalıdır. Əlbəttə bunu hər yerdə oxuyurlar. Yəni bunları oxumasan ki, ərəbini baş tapmayacaqsan. Onun üçün elə yap əvvəldə də başlayanda bunu başlayırlar, amma təxəssüs getdikcə üzrən təxəssüsləşir. Gedək 60-cı səhifədən 1-2 sətr oxuyaq. Görək ki, 70-ə gəldik. 60-cı səhifə. Deyir ki, ismi məzkur misli ənə küllü şeyin xələqnahu beqədərin pəs. Bunda külli mərfu edib mübtəda bilisanın və şeyün bilisanın və şey muzafun ileyhidir və xələqnai xəbəri mübtəda zaten muvafık nesbehu muvafık olur adayı maksude lekin xalaqnahu ma qablinə sifət olmaq xofi olub məna fasid olmaq zira məna böyle olurdu ki hər nəsnə ki biz xəlq edək qudrətlədir. Amma məqsud bu dəcildir. Bəlkə məqsud budur ki hər nəsnə biz xəlq qədərlə xəlq edək deməkdir. Təqdiri Ana xələqnahu, inna xələqnahu kulli şeyin beqədərindir. Beləsi deməkdir. Hər halda gördünüz ki, çox təxəssüsi bir bəhsdir ki, 150-yə bir baxaq. Çünki da bilirəm çox təxəssüsüdür. Həm mən zora düşürəm, həm də qulaq asan dostlarımız deyəcəklər ki, bu nə deyir? Yenə burada bir ərəbcə kitabdan nəql edibdir. Sonra mən 152 deyəm, gedim 150-yə. Bəlkə burada biraz türk. Əlbəttə dedim, hər yerinə əl atsaq bu kitab təxəssüsdür. Ona görə çətin olur. İla mən fi şərtin muzari məchul ən yəkune təvilun müfrədə qaim məqami faili ismi təhdində mevsufə raci'dir. Minhum kəlməsi xəbəri ey
eyda xalafi المضاف إليه'dir. Xalafi eyda خلافی مضاف إليه مثل معلوم زید مبتدا افضل الناس خبری فلا يجوز مضارع معروف یوسف مبتدا احسن. O tamamen təxəssüs və bilirəm ki, dostlar bilənlər bilirlər, bilməyənlər də çox belə bu kitabdan şey olur. Bu kitab çox təxəssüs, yuxarı təxəssüs bir vəziyyətdə cümlələri qoyub qabağına bir-bir oxur, onun hər cümlədə, məsələn deyirik ki, türkçədə mən gəldim. Bu cümlədə ki, deyirik mən gəldim, mənin sərf-i nəhvidə yeri nədir? Fail. Gəldim nədir? Feilidir. Mən Həsən ilə gəldim. Mən nədir? Həsən. Mən fail. Həsən ilə bu nın Həsən bir özü bir şeydir, amma nən nədir orada? Həsənin nən. O nən ikinci nənci vardı. Həsənli nən. O nən nədir? Həsən də gəldi. Yəni Həsən orada bir də Həsən, mən və Həsən. Mən Həsən ilə. Amma bu ilənin yerinə o nəni gətirmişik. Yəni iki dana adam bir işi görəndilər, faildilər. Həm də eyni halda cümlədə mübtədadır. Ərəbcə baxanda mübtədadır. Başlanğıcdır, cümlənin başlanğıcıdır. Mən mübtəda Həsən ilə mətufdur mənə, Həsən ilə bərabər. O nən bərabər şeydir. Bircə, bir yerdə, bahəm. Gəlduq ya gəldüz, gəldik. Hangisini desək? İndi hangi ləhcəsində? Təbrizdə gəlduq, gəldüz ədəbcəsidir, gəldik də Ərdəbil ləhcəsində yenə cəmdə, əlbəttə o da işlənir cəmdə. İndi burada gəldik, gəlmək feilidir. O dik nədir? Gəlmək, gəldik. Dik zəmirdir. İndi bunların xəbər hansısıdır? Gəlməkdən xəbər verir. Biz gəldik, xəbər verir nədən? Bizim gəlmağımızdan. İndi bunu apardı ərəb dilində təzyiq təhlil. Əlbəttə uzun cümlə var. Məsələn, mən Həsənlə Hüseyngilin evlərindən daşqıya minib xiyabanacan, xiyabandan motora minib caddiyəcən, yəni küçədən caddiyəcən, caddədən otobusa minib şəhərəcən gəldik. İndi burada bunların hərəsi, bu bir cümlədir, amma bu cümlənin hərəsinin bir yeri var məsələ. İndi bir ayrı cümlə deyirik. Mən Həsənlə evdən çıxdıq, arabaya minərkən Hüseyni gördük, Hüseyn bizə yemək gətirmişdi, yolda yeməğa. İndi bunların hərəsinin bir yeri vardı cümlədə, hərəsində bir adı vardı. Tamam, gedək buradan kitabın sonuna baxaq və qutaraq. Kitabın son səhifəsini oxuyayım, görüm ki, burada bu kitaba görə bir tozih veribdir, yoxsa yox. Şərt oldur ki, iki sakin bilə bir kəlmədə olə və nun müşəddədə bir qeyri kəlmədir və izrəban ehtibalən kəsb olə, həsb olmadı. Burada bir şey yazıb oxuya bilmirəm. Zira həsb olsa nun müşəddədə məftuh olurdu və təsniyə surəti müfrəd surətinə müləbbəs olurdu. Təsniyə surəti iki nəfərlik feil bir nəfərlik müfrədə təbdil olardı. Müfrəd surətinə müləbbəs olurdu. Zira ki ikisinin bilə siğəsi izribnə olurdu. Amma cəm'i müzəkkərdə bu iltibas yoxdur. İltibas yəni değişmək. Və izribnanın misallində əlif müsəlləs esilmən
misalində olacaq ehtimalən ya izribrani izribnanın misallidə əlif nunləri fəsl üçündür. Əgər həsb olunsaydı ictimai nunan ki məkruhdur lazım gəlirdi və bəzilər dedilər ki iltiqai sakinayn əla həddihi lazım dəyildir ki iki sakin bilə bir kəlmədə ola. Pəs izribani və izribnani əsli üzərinədir. Amma izribnə və izribnə cibidə iltiqai sakinayn əla həddihdir. Lakin vavi səqil olduğu üçün həsb eylədilər və zəmm ana dəlildir. Babidə səqil olduğu üçün babidə B sözü. Babidə səqil olduğu üçün həsb eylədilər və kəsr ana dəlildir. Məlum ola ki çün nun təşid fiil muyə müttəsil olə ol fiil məbni olur və hərəkət i'rabi ondan saqit olur. Nəhvis həl təzribnə kimi ki məbni olur fəth üzərinə və həl təzribnə və həl təzribani ki nun təkə i'rab bu əlfazdən saqit oldu. Səbəb bina oldur ki nun əgərçi bir qeyri kəlmədir amma şiddət ittisal səbəbilə cüz-i kəlmə mənzilindəndir. Pəs əlamət i'rab ondan olmaq caiz dəyildir. Ta ki vəsəti kəlmədə ola ondan sonra olmaq caizdir. Olmağa caiz dəyildir. Olmaqla caiz dəyildir. Zira ki i'rab fiili hərf üzərə cari olmaq lazım gəlir ki həqiqətə bir qeyri kəlmədir. Bihi təmmət və nəmənəyə əmmət. Belə bir şey yazıbdır. Hər halda gördünüz ki axirin sözə can təxəssüsi kəlmədə bir cümlədə bir kəlmənin hərfləri ilə hətta bu hərf nə olur, nə olmur, onların hamı üstündə ciddi niyə onun səsi dəyişdi. Məsələn biz dedik ki üs və əs. Üslü ol, as ol, əs ol. Yəni məsələn sağ qal, bir yaxşı sağ ol, əs ol, bir də os ol, üslü ol ya öz ol. Yəni ki ağıllı ol, ağıllı dur. Məsələn aynən bu qədər dəyişdirir. Məsələn bir ki üzüm, o, özüm, üzüm, özüm, üzüm. Yəni bunun fərqini bilməliyik. Ö ilə fərq edir. Səsdə məni də fərq edir. Üzüm fərq edir. Uzman, səs yəni bu qədər fərq edir. Bunların da səslərin üstünə danışır. Orada da ki əvvəl cümlədə dedi ki məsələn Allah bəraət edir. Ayə cəlib edir. Və rəsulihi desəydik, yəni Allah həm kafirlərdən həm də Həzrəti Məhəmməddən bəri olur. Rəsulihi desəydik, lihi. Amma deyəndə ki və rəsuluhu, yəni Allah da rəsulu da müşriklərdən bəridir, bəraət edir. O qədər mühümdür. Təmmət hazihin nüsxəti şərifəti fi şəhri
Külüs səni səmanə və ərbəinə və məə və əlif 1148-i doğru oxuduqda bəli, ya bəli 1148-i şəhri Külüsdə ay Məhərrəmül Hərramda. Beləliklə bu günləri bu kitabı da oxuduq. Allaha şükür olsun ki bu kitabın adı qətlən qələtdir. Mən bunun adını dəyişdirəcəyəm. Bu kitabın adı qətlən Ulum-i Qəribə deyilmiş ki, əvvəldə biz yarım saatdan çox Ulum-i Qəribə haqqında danışdıq. Qurana baxdıq, ayələrə baxdıq. Bu o haqda deyilmiş. Bu sərf-ü nəhv və i'rab üstündəymiş. Sağ qalın, səlamət qalın. Bir ayrı proqramda, bir ayrı gündə Allah ömür verirsə görüşərik. Taza bir kitabla tanış olarıq. Sağ olun, sağ qalın. Bağlanmışmış, amma ya da bağlanıbdır, amma işləmir. Allah Allah, bu donub dəslən, bu şey olubdur. Tamam. Gedək şuraq burada var ya yox. Cəlibdir bunu. Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Ya Rahman Ya Rahim. Allah'ın adıyla beyin mühendisliğine karşı eski Türkçe kitaplar, Türkçe eski kitaplar programının 330. bölümü başlayır. Cidden bu günleri atalarımız minler, on minler ilinin tecrübesi, düşüncesin, anlayışın hangi kitapta, ne türe dilinden, Türk dilinden kapsül edip verilipler kitaplara ve ziyaret edilir. Cidden bunlardan gördükçe bu günleri hangi kitap şansımıza sıxır. Bildiğiniz için ben önceden birçok kitapları indirmişim ve onları koymuşam burada səhv ilə. Bir gedirik və axtarıb tapırıq, onlardan faydalanırıq. Bu günləri Təbəqat-ı Sufiyyə adında bir kitabı oxuduq, yəni keçənki programda. Səfərdə bəs bu yoxdur. Tamam, buradan gidelim.
Okay. Ya Allah. Ay ay ay. Kompüter işlemirmiş. Bütçesi varmış ki.
itibariyle desin ki ya 550 kilometre İran'la sınırımız var. 550 kilometre. 331 kilometre Irak'la sınırımız var. 911 kilometre Suriye ile sınırımız var. Bütün bak neredeyse 2000 kilometre, 1800 kilometreden fazla. 2000 kilometre sınırımızın öteden tarafında karışıklıklar var, çatışmalar var, sıcak işler var. Tamam? Ya böyle bir yerdeyiz, böyle bir coğrafyadayız. Ya kendinize gelin. Bu ülkeyi yönetenler tekrar tekrar söylüyorum. Kendinize gelin. En büyük güç böyle dönemlerde demokrasidir, kurumlardır. Gelin muhalefetle beraber bu işlere bakın, konuşun, açın kendinizi anlatın. Geldiler bak iki bakan geldiler meclise güya bilgi verdiler. Ya hakikaten çok kötü söyledim ya. Ya bu kadar ya basın toplantısı yapsalardı hani içeride aldığın avukat yazar var. Basın toplantısı yapsaydı basın toplantısında söyleyemeyeceği bir tek cümle yoktu. Konuşsun. Ya böyle bir şey olabilir mi? Ya arkadaş akıl etmediniz siz ya. Tekrar söylüyorum yani. Rezil olacağım. Yani basın toplantısı yapsa, söylese, akşam yani Anadolu Ajansı'na gidip röportaj veriyor. Efendim o röportajı dinleyelim. Daha detaylı orada konuşurlar. Mesele bakın. Ya parlamentosuz bir ülkenin parlamentosu o kadarıyla güçsüz ki ya. Böyle sıkışık zamanlarda, böyle dönemlerde kıymetli. Bu Bu Irak tezkeresinde tabii görmüştük ya. hocam. İşte bakın zaten her sadece orada değil, televizyonlarda anlatıyorlar. Diyorlar ki gördünüz mü bakın İran'da böyle işler oluyor. Evet biz buradan ders çıkaralım. Ne dersi çıkaralım? Hava savunma mimarimiz ne kadar önemli olduğunu anladınız mı? Abi siz yeni mi anladınız yani? Hava savunma mimarisinin önemi. Ya İkinci Dünya Savaşı'ndan beri çok önemli. İkinci Dünya Savaşı'nda Hitler'in efendim söyle o belirli balistik füzelerini İngiltere'ye, Belçika'ya attığı tarihten bu yana hava savunma mimarisi herkes için çok önemli. Bu arada Daha onun yeni mi anladınız ya? yakınında bir hava kuvvetlerinde bir uçak Gayret düşmüş esasında biliyorsunuz. bakın ya o kadar açıklarım var ki ya Ukrayna'daki şeyden laf mı anlamadınız ve esas mesele İngilizce bu bak. Şimdi ne kadar vaktim var hemen toparlayayım mı? Bir şey 2-3 yok. dakikaya toparlayalım lütfen. Hocalarımız vaktini almayalım. Yok, sonra bu arada bir sorumuz var. Uluslararası İlişkiler Uzmanı Dušan Kosovar katılmış. Onu da takdim edeyim. Hoş geldiniz Hakan Bey. Hoş bulduk. Merhabalar herkese. Sarılım geleceğim size. Evet. Evet, hocam varken o zaman uluslararası ilişkiler uzmanı Deniz hocam da var. Yok estağfurullah. Daha dikkatli konuşalım, daha fazla bilgi almaya çalışalım. Estağfurullah. Bakın, ne Estağfurullah. oldu? Benzer konu sistemi gidelim biraz. Hristiyanlar için mesela Hristiyanlık ödülü nedir? Hristiyanlık hiyerarşiktir, teşri değildir. Şimdi bu kadar gündelik hayatımızın içinde kültürümüzü etkileyen, hayatımızı, vakitlerimizi etkileyen, ikindiden sonra kuşamı vesaire iki hizmete yaratıldığımız bir sıfata. Bu kardeşim artık Ahmet'in hizmete hayatın içinde gerçekten önünde sayılmaz. Binlerce yerde kimi hizmet yaptım. Saatlerce Doktor Can Tekin muhteşem sohbetimize devam ediyoruz. Ahmet Etkin'le üstadımızı, hocamızı. Şimdi hemen sıra Kudret-i Şah'a hemen. haber bilgi ve iletişimleri gerektirir, empati ise olmazsa olmaz. Sosyal gerçekler ve realitedir. O illeri anlayın, anlattırın. Size anlatıyoruz. Tarihten olanlar, akşam haberleri hafta içi her akşam saat 18'de 20.24'te. Doğru olanın dost olduğu anlatmak, yanlış bilgilerin önüne geçmek, polemiklere meydan vermemek ve algıları yıkmak gazetecilerin esas görevidir. Basın Ekspres, Türkiye ve dünyada olan biteni en doğru şekliyle ekrana taşıyor. Uzman konuklar, gündemdeki gelişmeleri Basın Ekspres'te konuşacağız. Hakan Altun, moderatör. Basın Ekspres bu akşam 20.45'te Fox Arada soran programındayız. Değerli izleyicilerim, ikinci girdik.
Ancak Osmanlı çağı alfabeyle yazılmıştır. Latin harfi mi var? Soru işareti. Bu Arapça değil, Osmanlıca nüsha, her şeyi manipüle edip kaşımak. Geride bırakmak. Doğru söylemiş. Doğru söylemiş. Burada muhalif görüşlü bir Evet, kardeşim. Tanımıyorum ben kendisini. Doğruyu kim söylerse doğruyu o da olmalı. Rahmetli dedemin arkasındaki var yani Erhan Diyarlı'ya gönderdiğim Akdeniz'in şeyi üstünde yüce olan şey. Ondan daha yüce bir şey yok. evet. Demiş. Kendi bak bunu biraz mültediyorlarmış. Mesleği biliyor. Cemalettin rahmetli okumuş. Cemalettin rahmetli okumayınca saçmalamıyor. Cemalettin rahmetli okurken İslam ve ikram edilmez bir cehaleti mantığıyla saçmalıyorlar. O yüzden diyorum ki ya normalde mesela ben Tayfun Dinamik ile ilgili hiçbir tartışmaya girmiyorum. Çünkü anlamıyorum. Bilmiyorum bak okumadım bilmiyorum. Hani okutmaya kalksam kaçarım arkadan kaçarım. Ben Vardır bir şeyler yine. Erwin Schrödinger'in enstitüsünde biraz teorik fizikten şüphete gireyim de bak beceremiyorum da. Konuşamıyorum da yani. Bu aralar Manuel Ferrari'nin okumakla çok heves etmiştim. Çünkü bilim felsefesini anlamak için biraz fizik bilmek lazım. Dedim ki bu açıdan ben kapatacağım. Abi girdim baktım yok yani çok yukarıda. Bunun da üstünden geçiyor ben göremiyorum onu. Benim hedefim de aşağı inmesi de mani 950. Bana gelmiyor bunlar. Bıraktım konuşmaya bak isteği hiç yok yapmıyorum yapmayacağım. Sizler mutlaka yorum yapmaya heves kaçsınız ya. İşte harcın içimsin paranı oraya mı verirsin buraya mı verirsin? Büyüme tercih etmek, büyümeye mi tercih etmek? Bu dediğimleri falan konuşarsın. O da ayrı bir konu. Ama bunları mutlaka neyi konuşacaksak konuşalım. Çünkü beceremiyoruz. Herkes başımızda bir şey var. Osmanlı'dan bahsedelim. Ahmet Hoca'nın